Salam əziz izləyicilər, mən coğrafiya müəllimi Fatimə Əzizova. Bugün sizlərə DİM 2025 test toplusunda materiklərin fiziki coğrafi mövqeyi və relyefi mövzusuna aid olan test tapşırıqlarının izahını verəcəm. Başlayırıq birinci sualdan. Deyir ki, materiklərin mütləq hündürlüklərinin azalma ardıcıllığını müəyyən edin. Biz bu testi işləmək üçün təbii ki də hər bir materikin ən hündür nöqtəsini bilməliyik və azalma ardıcıllığı ilə düzməliyik. Məsələn, Avstraliyanın ən hündür nöqtəsi Kosciuszko 2228 metr, Avrasiya isə ən hündür nöqtəsi Chomolungma 8848-dir. Yəni, bu azalma ardıcıllığına uyğun olmadı. Afrikanın ən hündür zirvəsi Kilimanjaro 5895, Avrasiyada isə dedik 8848-dir. Burada azalma ardıcıllığı pozuldu, artma oldu. C variantında Avrasiya materikində 8848 metr, Afrikada 5895, Avstraliyanın isə mütləq hündürlüyü 2228 metrdir. Yəni, azalma ardıcıllığı düzdürmü? Bəli, düzdür. Buna görə də cavab olacaq C variantı. İkinci suala baxırıq. Şimali Afrikada düzənliklərin geniş yer tutmasının səbəbi. Bəli, biz Şimal və Qərbi Afrikaya alçaq Afrika deyirik. Bunun səbəbi ərazinin əsasən düzənlik olmasıdır. Və niyə düzənlikdir? Çünki burada platformalar geniş ərazi tutur. Bilir ki, platformalar adətən düzənliklərə uyğun gəlir. Üçüncü sual. 3 yarımkürədə yerləşən materiklər. Bir materikin 3 yarımkürədə yerləşməsi üçün ya onu sadəcə Qrinviç xətti, ya da sadəcə ekvator xətti kəsməlidir. Və 3 yarımkürədə yerləşən materiklərimiz Avrasiya materiki, Cənubi Amerika materiki və Antarktika materikidir. Məsələn, Avstraliya 2 yarımkürədə yerləşdiyi üçün çıxır. Afrika 4 yarımkürədə yerləşir. Ondan sonra Antarktika ilə Cənubi Amerika, bunlar 3 yarımkürədə yerləşir. Deməli, burada cavab olacaq Antarktika, Cənubi Amerika. Şimali Amerika 2 yarımkürədə yerləşdiyi üçün olmaz. Afrikada 4 yarımkürədə yerləşdiyi üçün olmaz. 4. Avstraliya materiki üçün səciyyəvi olmayan relyef formaları. Səciyyəvi olmayan. Yazıb məsələn diyunlar. Diyunlar Avstraliya üçün səciyyəvidirmi? Bəli. Niyə? Çünki diyunlar defilyasiya nəticəsində yaranır və defilyasiya, yəni küləyin fəaliyyəti əsasən səhralarda olur ki, Avstraliya səhralarla zəngin bir materikdir. Ona görə də diyunlar çox olacaq burada. Daha sonra quru çay dərələri. Bəli, biz quru çay dərələrinə də Avstraliyada rast gələcəyik. Çünki ərazi quraq olduğu üçün quru çay dərələri də mütləqi olacaq. Amma Avstraliyada moren təpələri olmayacaq. Çünki Avstraliya nə 4-cü dövr buzlaşmasına məruz qalıb, nə də ümumiyyətcə materikdə buzlaqlar yayılıb. Demək, moren təpələri Avstraliya üçün səciyyəvi deyil. Qum təpələri olacaq, çünki qum təpələri səhralarda rast gəlinir. Amma sirklər Avstraliyaya aid deyil, çünki sirklər də buzlağın dağıdıcı fəaliyyəti nəticəsində yarandığı üçün bu da Avstraliyaya aid deyil. Deməli, bizim cavabımız olacaq 3-5 D variantı. 5. Cənubi Amerikanın ucqar nöqtələri. Cənubi Amerikanın şimal ucqar nöqtəsi Qalinyas burnu. Cənub ucqar nöqtəsi materikdə Frauer burnu. Adalar nəzərə alınsa, yəni Odlu Torpaq adasının cənub ucqar nöqtəsi Horn burnudur. Şərq ucqar nöqtəsi Cabo Branco, qərb ucqar nöqtəsi isə Parinyas burnudur. A variantında Almadi burnunu çıxa bilərik. C-də Piyay burnunu çıxarıq. Məsələn, D variantında Merchison, İynə, Roka burunlarını çıxa bilərik. Y variantında isə Mariato, Uya şahzadəsi və Piyay burunlarını çıxa bilərik. Cavab burada olacaq B variantı. 6. Florida, Şimali və Somali və Malakka yarımadalarının yerləşdiyi materiklərin müvafiq ardıcıllığını müəyyən edin. Florida yarımadası Şimali Amerikada yerləşir. Somali yarımadası Afrikada yerləşir. Malakka yarımadası isə yerləşir Avrasiya materikində, yəni Şimali Amerika, Afrika, Avrasiya ardıcıllığı olmalıdır. E variantı. 7. Cənubi Amerikada ovalıqlar yerləşirlər. Ovalıqlar Cənubi Amerikada Amazon ovalığı, Orinoco ovalığı, La Plata ovalığıdır və bunlar platformada yerləşir. Demək platforma götürülməlidir və ovalıqlar nə olacaq?
enən hissədir. Düzdür? Çünki akkumulyativ düzənliklərdir ovalıqlar və platformaların enən hissələrinə, qalxan hissələr yaylalardır. Kristallik bünövrə yaylalarda üzə çıxır. Litosfer havalarının toqquşma zonası Cənubi Amerikada And dağları yerləşir. Okean qabığına malik litosfer havalasının kənarda, bunda heç söhbətlə əlaqəsi yoxdur. Deməli, cavab olacaq platformanın çökən sahələri. 8. Cənubi Amerikanı Afrika və Avstraliya materiklərindən fərqləndirən cəhət. A variantında deyir ki, Gondvananın tərkib hissəsi olmasıdır. Biz bilirik ki, Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida, üstəgəl Hindistan və Ərəbistan yarımadaları Gondvananın tərkib hissəsi. Yəni bu fərqli cəhət deyil. A variantını çıxdı. Daha sonra Cənub tropik xəttinin materiki kəsməsi. Cənub tropik xətti Afrika və Avstraliyanı da kəsdiyi üçün B variantı da yanlışdır. Sahillərini iki okeanın sularının yuması. Cənubi Amerika Atlantik və Hind okeanının suları yuyur. Amma Afrika, məsələn, həm Atlantik, həm də Hind okeanı yuduğu üçün bu da tam olaraq fərqli bir cəhət burada sayılmır. Subekvatoral və tropik iqlim qurşaqlarının olması, yəni bu Afrikaya da aid ola bilər, Avstraliyaya da aid ola bilər, yanlışdır. Səhraların çox az sahə tutması isə düzdür. Cənubi Amerikada sadəcə bir səhra var, o da Atakama səhrasıdır, amma Afrika və Avstraliya materikləri səhralarla zəngindir. 9-cu sual. Kamçatka, Apennin və Kiçik Asiya yarımadalarının oxşar cəhəti. Aha. A variantında deyir ki, Asiya qitəsində yerləşirlər. Amma Apennin yarımadası Avropa qitəsində yerləşir. Çıxdıq. Tektonik cəhətdən faal zonada yerləşirlər. Bəli, artıq bu düzdür. Çünki Kamçatka geosinklinaldır, Apennin yarımadası geosinklinaldır, Kiçik Asiya yarımadası da geosinklinalda yerləşir. Cavab olacaq B variantı. 10. Materiklərin ucqar cənub nöqtələri. İynəburnu Afrikanın ucqar cənub nöqtəsidir. Mariota Şimali Amerikanın ucqar cənub nöqtəsi. Almadi isə Afrikanın ucqar qərb nöqtəsidir. Yəni bu yanlış. Çelyuskin Asiyanın şimal ucqar nöqtəsi olduğu üçün yanlış. Cənub-şərq burnu Avstraliyanın cənub ucqar nöqtəsi. Mariota burnu Şimali Amerikanın ucqar cənub nöqtəsi. Piyay burnu isə Avrasiyanın ucqar cənub nöqtəsi olduğu üçün C variantı düzgün götürüləcək. 11. Materiklərin ucqar şimal nöqtələri. York burnu Avstraliyanın, Çelyuskin burnu Avrasiyanın, Murchison burnu Şimali Amerikanın ucqar şimal nöqtəsi olduğu üçün 11-də cavab olacaq A variantı. 12. Şimali Amerika düzənliklərini Cənubi Amerika düzənliklərindən fərqləndirən cəhətlər. Aha, bu suala baxırıq. A-da deyir ki, qərb tərəfdən uca dağlarla əhatə olunmaları. Həm Şimali Amerika, həm də Cənubi Amerika materikin qərbində uca dağlar var. Müvafiq olaraq Şimali Amerikada Kordilyer, Cənubi Amerikada And dağları. Yəni bu tam olaraq bir fərqli cəhət deyil. Əsasən qədim platforma üzərində yerləşmələri. Şimali Amerikada yerləşən düzənliklər bəli, əsasən yəni qədim platformaya uyğun gəlir, düzdür, amma Cənubi Amerikada da qədim platformadır da. Akkumulyativ və dendasyon mənşəli olmalıdır. Hər iki materikdə ovalıq da var, yayla da var. Deməli, bu tam olaraq fərqli cəhət deyil. Buzlaq mənşəli relyef formalarının üstünlük təşkil etməsi, baxın, bu aiddir. Çünki Şimali Amerikada buzlaq mənşəli relyef formaları çox geniş yayılmışdır. Xüsusən də mərkəzi düzənliklərdə, Kanadanın şimalında, müqəddəs Lavrenti yüksəkliyi kimi ərazilərdə. İri çay dərələri ilə parçalanma isə hər iki materikə aiddir. 13-cü sual. Afrika, Avrasiya və Cənubi Amerika materikləri ərazisində yerləşən dağların müvafiq ardıcıllığı. Himalaya dağları Avrasiyada yerləşir. Demək bu yanlışdır. Çünki birinci Afrika olmalıdır. And dağları Cənubi Amerikada yerləşir. Ural dağları Avrasiyada yerləşdiyi üçün çıxır. Atlas dağları Afrikada yerləşir. Pamir Avrasiyada yerləşir. And isə Cənubi Amerikada yerləşir. Demək cavab olacaq D variantı. 14-cü sual. Afrika və Cənubi Amerika materiklərinin relyefinin ümumi cəhəti. Buzlaq relyef formalarının geniş yayılması. Fəqət Afrikada ümumiyyətcə demək olar ki, buzlaq relyef formaları çox geniş yayılmayıb. Yəni bu yanlışdır. Düzənliklərin geniş ərazi tutması. Bəli, hər iki materikdə də düzənliklər olduqca geniş ərazi tutur. Yəni burada cavab B variantı olacaq. 15-ci sualda deyir ki, ucqar şimal nöqtələri cənub yarımkürəsində yerləşən materiklər. Ucqar şimal nöqtəsinin cənub yarımkürəsində yerləşməsi üçün materikin bütünlüklə cənub yarımkürəsində yerləşməlidir. Yəni, ekvatordan cənubda olmalıdır. Hansı materiklər bütünlüklə ekvatordan cənubdadır? Cənubi Amerika deyil, Afrika deyil, Avstraliya və Antarktida.
16-cı sual. Ucqar cənub nöqtələri şimal yarımkürəsində yerləşən materiklər. Yəni bu materiklər bütünlüklə şimal yarımkürəsində yerləşməlidir və ekvator xəttindən yuxarıda qalmalıdır ki, bu materiklərə Şimali Amerika və Avrasiya materikləri aiddir. Ekvator xətti bu materikləri kəsmir. 17. Afrika materikinin relyefinə xas olan xüsusiyyətlər. Dağların əksəriyyəti Alp qırışıqlığına aiddir. Məsələn, bu yanlışdır. Çünki Afrikada sadəcə Atlas dağları Alp qırışıqlığına aiddir. Kap məsələn dağları, Əjdaha dağları, yəni bunlar hamısı Kaledon Ersin qırışıqlığıdır. Ona görə bir getdim. Dağların çoxu qədim olduğundan çox parçalanmışdır. Bəli, Afrikanın dağlarının əksəriyyəti olduqca qədimdir. Sonra, materikdə yaylalar geniş ərazi tutur. Bəli, Efiopiya yaylası, Şərqi Afrika yaylası, Kalahari yaylası kimi yaylalar geniş yayılmışdır. Quruda ən böyük tektonik çat Afrikanın şərqindədir. Bəli, söhbət Şərqi Afrika sınma zonasından gedir. Materikin hər yerində zəlzələlər tez-tez baş verir. Bu yanlışdır. Çünki Afrika materikinin böyük bir hissəsi platformada yerləşir. Şimalında çökmə mənşəli süxurlar üstünlük təşkil edir. Bəli, Afrikanın şimalı çökmə mənşəli süxurlarla zəngindir. Hansı ki, bura biz deyirik ki, zəngin neft və qaz ehtiyatları var. Deməli, bizdə cavab olacaq 2, 3, 4, 6, yəni E variantı. Daha sonra 18-ci suala baxırıq. Afrika materikini Avstraliyadan fərqləndirən cəhət. A-da deyir ki, Hind okeanı sahillərində yerləşməli. Hər iki okeanın da Hind okeanı sahilində yerləşən əraziləri var. Yəni, A variantı çıxır. Ekvatoral iqlim qurşağının geniş ərazi tutması. Afrika materikində ekvatoral iqlim yayılıb, amma Avstraliyada yoxdur. Ona görə də cavab B variantıdır. 19. Afrika materikinin şimalında yerləşən yaylalar. Afrika materikinin şimalında Əhəqqar, Tibesti və Darfur yaylaları yerləşir. Kap dağdır Afrikanın cənubunda, Dekan Hindistanda yayladır. Drakon dağları isə Afrikanın cənubunda dağdır. Cavab olacaq Darfur, Tibesti və Əhəqqar. Yəni 1, 2, 5 A variantı. Daha sonra 20. Orinoco və La Plata ovalıqlarının tektonik cəhətdən uyğun gəldiyi ərazilər. Hər iki düzənlik platformada yerləşir və ovalıq olduqları üçün də platformanın enən hissələrində, yəni platformanın əyilmə sahələrinə uyğun gələcəklər. 21. Şimali Amerika materiki üçün səciyyəvi olmayan xüsusiyyət. Şimal tropik xətti və şimal qütb dairəsi ilə kəsişməz. Bəli, hər iki xətt Şimali Amerika materikini kəsir. Buna görə də o 3 işıqlama qurşağında yerləşir. Yəni A düzdür, biz səhvi axtarırıq. Şimal hissəsindən qütb dairəsi, bayaq dediyimiz kimi qütb dairəsi Şimali Amerika materikini kəsir. 3 yarımkürədə yerləşməsi. Baxın, bu yanlışdır. Çünki Şimali Amerikanın nə ekvator xətti, nə də Greenwich xətti kəsir. Yəni sadəcə qərb və sadəcə şimal, yəni 2 yarımkürədə yerləşir. Yanlış cavab burada C variantı olacaq. Keçirik 22-ci suala. 22-də deyir ki, Avropa ərazisində yerləşən vulkanlar. A variantında Klüçü şopkası çıxacaq, çünki Kamçatkada yerləşir. Erebus vulkanı çıxacaq B-də, çünki Erebus vulkanı Ross dənizində yerləşir. C variantında Fujiyama vulkanı çıxacaq, çünki Fujiyama Yaponiyada yerləşir. D variantında Arisaba vulkanı çıxacaq, çünki bu vulkan Şimali Amerika materikində yerləşir. Hekla İslandiyada, Bardamburqa vulkanı İslandiyada, Vezuv İtaliyada yerləşir. Üçü də Avropaya aiddir. 23. Alp Himalay qurşağında yerləşən dağ zirvələri. Comolaqma, Cotopaxi, Mont Blanc. Burada Cotopaxi çıxar. Niyə? Çünki Cotopaxi vulkanı Cənubi Amerikada yerləşir. Elbrus, Qələbə Piki, Orisaba. Burada da Orisaba çıxacaq. Çünki Orisaba vulkanı da Şimali Amerikada yerləşir. Ağrı dağ, Elbrus, Klüçü şopkası. Klüçü şopkası Kamçatka yarımadasında Sakit Okean odlu qövsündə yerləşir. Daha sonra Konqur, Mont Blanc, Dəmavənd. Baxın, cavabımız bu olacaq. Çünki Konqur zirvəsi Pamir dağlarının ən hündür zirvəsidir. Pamir Alp Himalaya düşür. Mont Blanc Alp dağlarının hündür zirvəsidir. Bu da Alp Himalaya düşür. Və Dəmavənd vulkanı da Elbrus dağlarının ən hündür zirvəsidir. Hansı ki, bu da Alp Himalaya uyğun gəlir. Cavabımız olacaq D variantı. 24. Afrika və Avrasiya materiklərinin coğrafi mövqeyi üçün ümumi xüsusiyyət. İndi baxırıq. Ekvator xətti ilə kəsişirlər.
Avrasiyanı ekvator xətti kəsmədiyi üçün bu yanlışdır. Cənub yarımkürəsində yerləşirlər. Avrasiya sadəcə bütünlüklə şimalda yerləşir. Yəni bu yanlışdır. Bütün okeanlarla əhatə olunmuşlar. Xeyr, bu məsələn Afrikaya aid olmazdı. Çünki Afrika sahilində Şimal Buzlu okeanı və yaxud da Sakit okean suları yumur. Şimal tropik xətti ilə kəsişirlər. Bəli, həm Afrikanı, həm də Avrasiya materikinin şimal tropik xətti kəsir. 25. Afrika və Avrasiya materiklərinin coğrafi mövqeyi üçün ümumi olmayan xüsusiyyət. İndi isə fərqli olanı baxırıq. Sahillərini Aralıq dənizinin suları yuyur. Hər iki materikin sahilində Aralıq dənizinin suları var. Yəni bu ümumi cəhətdir. Alp qırışıqlığı zamanı yaranan dağ silsilələri hər iki materikdə var. Məsələn, Afrikada Atlas dağları, Avrasiyada Pond, Tower, Zagros kimi dağlar. Sahil xətləri çox parçalanmışdır. Baxın, bu Afrikaya aid deyil. Çünki Avrasiya materiki 4-cü dövr buzlaşmasına təsiri altında olub və buna görə də sahil çox parçalanıb. Amma bu Afrikaya aid deyil. Afrika 4-cü dövr buzlaşmasının təsirində olmayıb. 25. Ucqar nöqtələri iki yarımkürədə yerləşən materiklər. Yəni qısaca iki yarımkürədə yerləşən materikləri soruşur. Demişdik bunlar hansı materiklərdir? Avstraliya və Şimali Amerika. Daha sonra 27. Verilən əlamətlərin aid olduğu arxipelag. Atlantik okeanda yerləşir, Mərkəzi Amerikaya aiddir və geosinkronal zonada yerləşir. Söhbət Karib dənizinin şimalında yerləşən Böyük Antil adalarından gedir. Çünki deməli burada Sakit Atlantik okeanda yerləşirsə, Sakit okeana aid olan, məsələn, adayı çıxıram. Geosinkronal zonada yerləşir deyə Falkland adasında çıxıram. Mərkəzi Amerikaya aiddir dediyi üçün də İslandiya və Azor adalarını çıxıram. Ucqar şərq və qərb nöqtələri qərb yarımkürəsində, ərazisinin böyük bir hissəsi isə şərq yarımkürəsində yerləşən materik. Uşaqlar, baxın, bu Avrasiya materikidir. Səbəbini də belə izah edim. Avrasiya materikinin böyük bir hissəsi həqiqətən də şərq yarımkürəsində yerləşir. Amma onun ucqar şərq nöqtəsi 180 dərəcəlik meridianı kəsib keçdiyi üçün şərq nöqtəsi düşəcək qərb yarımkürəsi. Yəni Dejinyo burnu qərb yarımkürəsində yerləşir. Və eyni zamanda onun qərb ucqar nöqtəsi olan Roka burnu da Greenwich xəttini kəsib digər tərəfə keçdiyi üçün, yəni qərb yarımkürəsinə keçdiyi üçün, o da qərb yarımkürəsində yerləşir. Amma materikin böyük bir hissəsi şərqdədir. Avropa ilə Asiya qitələrinin şərti sərhəddində yerləşən dağlar, təbii ki, söhbət Ural dağlarından gedir. Ural dağları Avropa-Asiya sərhəddində yerləşir. Şahid dağların daha çox səciyyəvi olduğu ərazilər. Şahid dağlar əsasən səhralarda rast gəlinir. Söhbət nədən gedir? Şimali Afrikada və əsasən də Əhəqqar Tibesti Darfur yaylalarında. Burada çox şahid dağlar olur. Ucqar nöqtələri 4 yarımkürədə yerləşən materik. Yəni bütünlüklə belə desək, 4 yarımkürədə yerləşən materik hansıdır? Afrika materiki. Afrikada yerləşən dağlar Atlas, Afrikanın şimalında olan cavan dağdır. Kap və Drakon dağları isə Afrikanın cənubunda olan qədim dağ sistemidir. 33. Ərazisində dünyanın ən böyük səhrası yerləşən materik. Dünyanın ən böyük səhrası Sahara səhrası Afrika materikində yerləşir. Afrikanın cənubunda, bayaq da dedik, Kap və Drakon dağları var. Rusiya ərazisində yerləşən dağlar. Deməli, Ural dağları Rusiyaya düşür. Qafqaz dağlarının şimalı Rusiyaya düşür. Sayan dağları bütünlüklə Rusiya ərazisində yerləşir. Yəni, cavab olacaq A variantı. Avrasiya materikinin qərb yarımkürəsində yerləşən coğrafi obyektlərini müəyyən edin. Aha. İslandiya Avrasiyanın qərbinə düşəcək, yəni qərb yarımkürəsinə düşəcək. Çünki Greenwichdən qərbdə qalır. Amma Jutlandiya yarımadası şərqdə qalır. Yəni, bu yanlışdır. İrlandiya adası qərbdə qalacaq, amma Kola yarımadası şərqdədir. Apennin yarımadası şərqdədir. Bretan yarımadası qərb yarımkürəsinə düşəcək. Dejinyo burnu zaten qərb yarımkürəsində idi. Roka burnu da bayaq dediyim kimi qərb yarımkürəsində yerləşir. Yəni burada cavab olacaq D variantı. Qərbi Sibir və Şərqi Avropa düzənliklərini ayıran dağ sistemi. Qərbi Sibir ilə Şərqi Avropa arasında hansı dağlar var idi? Təbii ki də Ural dağları cavab olacaq C variantı. Avrasiya və Şimali Amerikanın sahil xəttinin səciyyəvi xüsusiyyəti. Sahil xəttləri ümumiyyətlə çox parçalanıb. Səbəbi isə nədir? 4-cü dövr buzlaşmaları. Materiklərin mütləq maksimum hündürlüklərini, azalma ardıcıllığını müəyyən edin. Ən hündür materik hansı materikdir? Avrasiya materikidir. Çünki dünyanın ən hündür nöqtəsi Avrasiya materikindən. Deməli, bizim ən hündür materikimiz olacaq Avrasiya. Avrasiyadan sonra gələcək Cənubi Amerika Akonqaqua zirvəsi 6959 metr hündürlüyündə.
Ondan sonra gələcək Şimali Amerika materiki, deməli Denali dağı 6194 metr hündürlüyündə 3. Ardınca gələcək Afrika materiki. Onun da ən hündür zirvəsi 5800 deməli 95 metr Kilimanjaro. Ardınca gələcək Antarktida Vinson massivi. Və ən kiçiyi də təbii ki də Avstraliyada Kosciuszko zirvəsidir. O da 2228 metr. Bizim də cavabımız burada olacaq A variantı. 40. Avstraliyanın müasir və zəlzələ və vulkanları baş verməyən yeganə materik olmasının səbəbi biz demişdik ki, Avstraliya materikində ümumiyyətcə heç bir litosfer havasının sərhəddinə düşmür. Buna görə də, yəni sərhədlərdən uzaqda yerləşir. Buna görə də geosinklinal ərazisi yoxdur. Geosinklinal ərazi olmadığı üçün də nə vulkan olacaq, nə də zəlzələ. Yəni baş verməyəcək çox. Yəni qısaca nədir? Litosfer havalarının sərhəddindən uzaqda yerləşir. Daha sonra 41-ci suala baxırıq. Deyir ki, Avstraliyada düzənlik relyefin geniş sahə tutmasının səbəbi əslində bayaqki suala uyğun gəlir. Avstraliyada geosinklinal ərazi yoxdur deyə çox dağ da yoxdur. Çünki adətən geosinklinal ərazilərdə dağlar olur. Əsasən nədən ibarətdir Avstraliya? Qədim platforma. Materikin əsasının qədim platformadan ibarət olması. 42. Xəritə sxemə əsasən uyğunluğu müəyyən edin. Deməli, burada A, B, D, C nəyə uyğun gəlir onu tapmalıyıq. A burada nə olacaq? Təbii ki də materikin ən hündür zirvəsi olan Denali dağı. Deməli, 1-ə uyğun gələcək 2. Daha doğrusu 1-ə uyğun gələcək 2-yə uyğun gələcək A. Daha sonra B-yə baxaq. B nədir? Appalas dağları. Appalas dağları nə idi? Qədim dağ sistemi. Deməli, B-də nə olmalıdır? Qədim dağ sistemi. 1-də B. Sonra C-yə baxırıq. C nə olacaq? C daha çox uyğun gəlir ölüm dərəsinə. Yəni, materikin ən alçaq nöqtəsi 3-də olacaq C. D variantında isə görürük ki, şimal hissədə yerləşir və 4-cü dövr buzlaşmasına məruz qalmış əraziyə uyğun gəlir. 4-də də olacaq D. Deməli, B, A, C, D şəklində olacaq B variantı. 43. Avrasiyanın ucqar nöqtələri barədə yanlış fikri müəyyən edin. Aha, baxırıq indi. Deməli, deyir ki, şərq ucqar nöqtəsi 2 qitədə yerləşən ölkədədir. Deməli, yəni Avrasiyanın şərq ucqar nöqtəsi hardadır? Rusiyada. Deməli, Dejinyo burnu. Rusiya 2 qitədə mi yerləşir? Bəli, həm Avropa, həm də Asiyada yerləşir. Şərq ucqar nöqtəsi 3 yarımkürədə yerləşən ölkənin ərazisindədir. Rusiya 3 yarımkürədə mi yerləşir? Bəli, həm şərq, həm qərb, həm də şimal yarımkürəsindədir. Bütün ucqar nöqtələr yarımadalarda yerləşir. Şimal ucqar nöqtəsi Taymır yarımadasında, şərq ucqar nöqtəsi Çukot yarımadasında, cənub ucqar nöqtəsi Malakka yarımadasında və qərb ucqar nöqtəsi Kiçik Asiya yarımadasında yerləşir. Yəni düzdür. Cənub ucqar nöqtəsi cənub yarımkürəsində yerləşir. Bu səhvdir. Çünki Avrasiyanı ekvator xətti kəsmir. Şimali Amerika materikində mütləq hündürlüyü daha çox olan relyef vahidini müəyyən edin. Məsələn, burada biz ovalıqları çıxarıq, düzdür? Çünki ovalıqların hündürlüyü 0 ilə 200 arasındadır. Yüksəklikləri də çıxa bilərik. Məsələn, Lavrenti yüksəkliyini çıxarıq. Mərkəzi düzənliklər yüksəklikdə çıxarıq. Amma böyük düzənliklər nə idi? Yayla idi və yaylaların hündürlüyü 500 metrdən çox olur. Yəni, burada ən hündür relyef vahidi böyük düzənliklər olacaq. 45. Kalahari səhrasını Atakama səhrasından fərqləndirən xüsusiyyət. Aid olduğu qitənin neft və təbii qazda zəngin ərazisidir. Bu, həm Atakama, həm də Kalahari üçün oxşar cəhət kimi götürülə bilməz. Yəni, A variantı deyil. Ondan sonra bütünlüklə cənub yarımkürəsində yerləşir. Hər ikisi də bütünlüklə cənub yarımkürəsində yerləşir. El relyef formaları geniş rast gəlinir. İkisi də səhra olduğu üçün avtomatik el relyef formalarına geniş rast gəlinəcək. Yerləşdiyi ölkə inkişaf etməkdə olan ölkələr qrupuna aiddir. Deməli, Kalahari səhrası
yerləşdiyi ölkələrdən biri də Cardır. Car inkişaf etmiş ölkədir. Üstəgəl Atakama səhrasının yerləşdiyi Çili isə inkişaf etməkdə olan ölkədir. Yəni bu yanlışdır. Bir neçə ölkənin ərazisi yerləşir. Bəli, bu düz olacaq. Çünki Kalahari, Car, Botswana, Namibiya kimi ölkələrin ərazisinə düşəcək. Atakama isə sadəcə Çili ərazisində yerləşdiyi üçün bu onlar üçün, yəni ən əsasda Kalaharini Atakamadan fərqləndirən xüsusiyyət olacaq. 46. Afrika, Avstraliya və Cənubi Amerika materiklərinin coğrafi mövqeyinin ümumi cəhəti. Ərazisindən cənub tropik xətti keçir. Həm Afrikanın, həm Avstraliya, həm də Cənubi Amerikanın cənub tropik xətti kəsir. Deməli, oxşar cəhətdir. İki okeanla əhatə olunmuşlar. Afrika, Hind və Atlantik, Avstraliya sakit və Hind, Cənubi Amerika isə sakit və Atlantik okeanlarla əhatə olunub. Yəni, iki də düzdür. Ən geniş hissələrindən ekvator keçir. Avstraliya materikini ekvator xətti kəsmir. Deməli, bu səhvdir. Cənub hissələri mülayim iqlim qurşağında yerləşir. Afrikada mülayim iqlim qurşağı yoxdur. Qərb sahillərindən soyuq cərəyanlar keçir. Həm Afrikanın, həm Avstraliyanın, həm də Cənubi Amerikanın qərb sahilindən keçən soyuq cərəyanlar var. Məsələn, Afrikada Bengal, Avstraliyada Qərbi Avstraliya, Cənubi Amerikada isə Peru cərəyanını misal göstərə bilərik. Daha sonra ərazilərin böyük bir hissəsini səhralar təşkil edir. Bu Cənubi Amerikaya aid deyil. Çünki Cənubi Amerikanın sadəcə bir kiçik səhrası var. O da Atakama səhrasıdır. Cavabımız olacaq 1-2-5 B variantı. 47. Qərbi Sibir ovalığından 180, 225, 270 azimutda yerləşən ovalıqların müvafiq ardıcıllığı. Qərbi Sibir ovalığından 180 dərəcə azimutda yerləşən ovalıq tam olaraq onun cənubunda yerləşməlidir. Hinqang məsələn Qərbi Sibirin cənubundadır. Küraraz deyil, mərkəzi düzənliklər deyil, Amazon deyil, Şimali Sibir də deyil. Daha sonra 225 ondan cənub-qərbdə olmalıdır. Mesopotamiyaya uyğun gəlirmi? Bəli. Və 270 dərəcə azimutda tam olaraq onun qərbində olmalıdır. Yəni bu da Almaniya Polşa ovalığına uyğun gəlir. Cavab A variantı olacaq. 48. Uyğunluğu müəyyən edin. Deməli, 1. Birdə deyir ki, Cənubi Amerikada akkumulyativ düzənlik ovalıq olmalıdır. Yəni Amazon ovalığı 3. 2. Ruvenzori horsu harda yerləşir? Şərqi Afrika sınma zonasında. Yəni burana uyğun gələcək 5. 3-ə. Alp-Himalay qurşağının ən qərb hissəsi Atlas dağlarıdır. Nəyə uyğun gəlir? 6-ya. Və 4. Cənubi Amerikada ən böyük yayla. O da nədir? Braziliya yaylası. Bu da uyğun gələcək 2-yə. Yəni 3, 5, 6, 2 şəklində olacaq. Bu da uyğun gələcək C variantına. 49. Xəritə sxemdəki rəqəmlərə uyğun olan əraziləri müəyyən edin. Deməli, birincisi La Plata ovalığıdır. 2. Amazon ovalığıdır. 3. Braziliya yaylasıdır. 4 isə Qviana yaylası. Deməli, La Plata, Amazon, Braziliya, Qviana olacaq. La Plata, Amazon, Braziliya, Qviana, B variantı. 50. Xəritə sxemdəki rəqəmlərə uyğun olan əraziləri müəyyən edin. Deməli, 1 olacaq La Plata ovalığı, 2 olacaq Orinoco ovalığı, 3 Patagoniya, 4 də Braziliya yaylası, yəni E variantı. Avstraliya materikinə aid olan əlamətlər. Çayları il boyu bol suludur. Avstraliya quraq materikdir də. Necə çayları il boyu bol sulu olsun? Bir yanlışdır. Daimi dağ buzlaqları yoxdur. Bəli. Avstraliyada hündür dağlar olmadığı üçün daimi dağ buzlaqları da olmayacaq. Ən rütbətli materik deyil, ən quraq materikdir. İki yarımkürədə yerləşirmi? Bəli, həm cənub, həm də şərq yarımkürəsində. Sahilləri çox parçalanmamışdır, çünki 4-cü dövr buzlaşmasına məruz qalmayıb. Zəlzələ və fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Cavabımız olacaq nə? 2, 4, 6 A variantı. 52. Antarktika və Arktikanın oxşar xüsusiyyətləri. Ərazilərində yerin maqnit və coğrafi qütbləri mi yerləşir? Bəli. Avrasiya və Şimali Amerika materikləri ilə əhatə olunmuşlar. Antarktika üçün bunu deyə bilmərik. Ərazisindən bütün meridianlar keçir. Bəli. Bu ərazilərdə ən uzun qütb və gecən gündüzləri müşahidə edilir. Bəli. Mərkəz hissəsində materik yerləşir. Arktikanın mərkəzində Şimal Buzlu okeanı yerləşdiyi üçün bu yanlışdır. Deməli 1, 3, 4 olacaq cavab B variantı. Antarktika və Arktikanın oxşar xüsusiyyəti. Burada desən, burada oxşar xüsusiyyətdir, burada da oxşar xüsusiyyət.
Üç yarımkürədə yerləşirlər. Bəli, çünki həm Greenwich kəsir və yaxud da 180 dərəcəlik meridian da kəsir. Şərq, qərb, məsələn Arktika şimal şərq qərb, daha sonra cənub şərq qərb, Arktika isə şimal şərq qərbdə yerləşir. Mütləq hündürlüyü çox olan quru sahəsini geniş ərazi əhatə edirlər. Yəni bu Arktikaya aid deyil, çünki Arktika dediyimiz kimi şimal buzlu okeanı əhatə edir. Yüksək təzyiq qurşağında yerləşirlər. Qütblər yüksək təzyiq zonası sayılır. Qütblər və tropiklər ümumiyyətlə yüksək təzyiq zonası, ekvatoral və mülayim enliklər isə alçaq təzyiq zonasıdır. Avrasiya və Şimali Amerika materikləri ilə əhatə olunurlar. Biz bunu Antarktika üçün deyə bilmərik. Qütb ətrafı sahələri əhatə edirlər. Yəni burada cavab olacaq 1, 3 və 5. 54. Xüsusiyyətlərin hansı əraziyə aid olduğunu müəyyən edin. İki okeanla əhatə olunur. Məsələn, Cənub-Qərbi Avropanı çıxarıq. Mərkəzi Asiya ümumiyyətcə okeanla əhatə olunmayıb. Qərbi Avstraliyanı da çıxa bilərik əslində. Şərqi Avropa qalsın. Sonra buzlaq mənşəli göllər geniş yayılıb. Bütün dövlətlərin dənizə birbaşa çıxışı var. Artıq Şərqi Avropa getdi, çünki Belarusiyanın dünya okeanına birbaşa çıxışı yoxdur. Fəaliyyətdə olan vulkan və geyzerlər var Şimali Avropada. Söhbət İslandiya adasına yerləşən Hekla, Eyjaf, Yatlı-Yakadol vulkanlarından gedir. Materiklərin ucqar cənub nöqtələri. Piyay Avrasiyanın ucqar cənub nöqtəsi, iynə Afrikanın ucqar cənub nöqtəsi, cənub-şərq isə Avstraliyanın ucqar cənub nöqtəsidir. Cavab olacaq 1-3-5 B variantı. Materiklərin ucqar şimal nöqtələri. Çelyuskin Asiyanın şimal ucqar nöqtəsidir. Merçison Şimali Amerikanın, Galinas isə Cənubi Amerikanın ucqar şimal nöqtəsidir. Cavab olacaq 1-3-5. Deməli, 57-ci sualda deyir ki, sxemdə verilən mütləq yüksəkliklərə uyğun gələn dağların yerləşdiyi qitələr. Deməli, birinci, baxırıq 6000-dən hündürdür. Yəni, Amerika qitəsində 6000-dən hündürdür, ən hündür zirvələr. Yəni, bu Avstraliya ola bilməz, Afrika ola bilməz. İkincisinə baxırıq, 4000-dən hündürdür. Bu, böyük ehtimalla Avropadır. Deməli, Alp dağları, Mont Blanc zirvəsi. Ona görə bura Avropa uyğun gələcək. Daha sonra üçüncüsü 5895 metr Kilimanjaro vulkanı. Yəni nə olmalıdır? Afrika. Ən sonuncusu isə 2228 metr Kostuşka zirvəsi. Nə olacaq? Avstraliya. 58-ci sual. Rəqəmlərlə verilən coğrafi obyektlərə aid ümumi əlamət. Konvergen sərhəddə yerləşirlər. Madagaskar konvergen sərhəddə yerləşmir. Ona görə bu yanlış olacaq. Vulkan mənşəli adalardır. Madagaskar vulkan mənşəli ada deyil. Nə də Baffin torpağı vulkan mənşəli ada deyil. Sahillərinə isti okean cərəyanları keçir. Xeyr, bu 3-ə aid olmayacaq. Yəni 2 və 1 aiddir, amma 3-ə aid deyil. Seismik cəhətdən sabitdirlər. Bəli, yəni geosenklin ərazilərdə yerləşmədikləri üçün seismik cəhətdən hər üçü də sabitdir. Söhbət Madagaskar, Böyük Britaniya və Baffin torpağı adalarından gedir. Şimali Afrikaya aid deyil. Ərazisində cavan dağ varmı Şimali Afrikada? Bəli, var. Atlas dağları. Mis qurşağı geniş sahə tutur. Əslində mis qurşağı Afrikanın mərkəzindədir. Ona görə bu Şimali Afrikaya getməz. İntensiv külək eroziyası varmı? Bəli, çünki səhralar var. Passatların təsirinə məruz qalırmı? Bəli, qalır. Çünki Passat küləkləri tropik küləklərdir. Tropik və mülayim işıqlanma qurşağında mı yerləşir? Bəli, çünki şimal tropik xətti onu kəsir. Materiklərin sahəsinə görə azalan ardıcıllığını müəyyən edin. Sahəsinə görə ən böyük materikimiz hansıdır? Avrasiya materiki. Deməli, Avrasiyadan başlayacaq. Avrasiyadan nisbətən daha kiçik, yəni Avrasiya 44 milyon kvadrat kilometr, daha sonra Afrika gələcək. 30,3 milyon kvadrat kilometrlə 4-3. Sonra gələcək, daha doğrusu 4-5. 4-5. Ondan sonra gələcək Şimali Amerika materiki 24 milyon kvadrat kilometr. Daha sonra Cənubi Amerika 17 milyon kvadrat kilometr. Ondan sonra gələcək Antarktika 14, təqribən 13 tam nə qədər, 14-ə yaxın Antarktika materiki və ən sonda da ən balaca materikimiz Avstraliya materikidir. Yəni, deməli, bu arada Avrasiya 44 dedim. Avrasiya özü 54 milyondur. 10 milyonu Avropa, 44 milyonu isə Asiyadır.
Deməli 4 5 2 6 3 1. 4 5 2 6 3 1 B variantı. 61. Afrikanın şahid dağlarını müəyyən edin. Təbii ki də Afrikanın şahid dağları nələrdir? Əhəqqar, Tibesti, Darfur. B variantı. 62. Dağ və düzənliklərin yerləşməsinə görə bir-birinə daha çox bənzəyən materiklər. Bir-birinə mən deyərdim daha çox Cənubi Amerika ilə Şimali Amerika bənzəyir. Çünki dağlar materikin qərbində, düzənliklər isə şərqində yerləşir. Avrasiyanın hansı hissələri qədim Gondwana qurusunun tərkibində olmuşdur? Təbii ki, Asiya ilə sonradan toqquşan Hindistan və Ərəbistan yarımadalarından söhbət gedir. 64. Avrasiyanın qədim dağ silsilələri. Baxırıq, Skandinaviya qədimdir, Ural qədimdir, Altay qədimdir. Cavab A variantındır. B variantında Qafqaz çıxar, C variantında Karpat və Apennin çıxar, D-də Krım və Qafqaz çıxar, E variantında da Karpat və Pirene dağları çıxar. Çünki bunlar cavan dağlardır. 65. Eyler-Venn diaqramına əsasən uyğun bənləri müəyyən edin. Afrika, Avstraliya. Deməli deyir ki, iyun, iyul, avqust aylarında ekvatoral hava kütlələri hakim olan iqlim qurşağına malikdir. İyun, iyul, avqust aylarında ekvatoral hava kütlələri hakim olur. Şimal yarımkürəsinin subekvatoral iqlim qurşağında. Şimal yarımkürəsində subekvatoral iqlim qurşağına düşür Afrika materiki. Subtropik iqlim qurşağının kontinental tipi mövcud deyil. Bu da Afrikada mövcud deyil. Sadəcə Aralıq dənizi və deməli bərabər rütubətli subtropik var Afrikada. Ən böyük çay sistemi Hind okeanı hövzəsinə aiddir. Afrikanın əsas çayları Atlantik okeanı hövzəsinə aiddir. Amma Avstraliyanın ən böyük çay sistemi Murray və Darling, hansı ki Hind okeanına aiddir. Yəni bu Avstraliyaya aiddir. Şimal ucqar nöqtəsi subekvatoral iqlim qurşağında yerləşir. Avstraliyanın şimal ucqar nöqtəsindən söhbət gedir. Və oxşar cəhət də olacaq. Ərazisində qədim dağlar mövcuddur. Hər ikisinə gedir. Oxşar cəhət burada 5-dir. Cavabımız da olacaq B variantı. 66. 66-da deyir ki, Eyler-Venn diaqramına əsasən uyğun bənləri müəyyən edin. Afrikanın şimalı, Afrikanın cənubu. Dünya əhəmiyyətli neft-qaz yataqları Afrikanın şimalında var. Yəni bura gedəcək A. Tropik hava kütlələri Afrikanın həm şimalında, həm də cənubunda mövcuddur. Materikin ən uzun çayının deltası Afrikanın ən uzun çayı Nildir. Nilin deltası isə Afrikanın şimalında Aralıq dənizi sahilində yerləşir. Şərq sahilindən keçən isti cərəyan yağıntıların miqdarının çoxalmasına səbəb olur. Söhbət Afrikanın cənubundan gedir. Çünki Afrikanın şimalına təsir göstərən elə bir isti cərəyan yoxdur. Ərazisində Tuqela şəlaləsi yerləşir. Bu Afrikanın cənubuna aiddir. Tuqela şəlaləsi hətta qeyd edək ki, dünyanın ən hündür ikinci şəlaləsidir. A, C, D, Y, B formasında olacaq. 67-ci sual. Eyler-Venn diaqramına əsasən uyğun bənləri müəyyən edin. Deməli, burada yəni ki, fikirlər olacaq, uyğunlaşdırmaq lazımdır. Qədim Gondwana qurusunun tərkibinə daxildir. Qədim Gondwana qurusu cənub materikləri və Hindistan, Ərəbistan. Yəni Braziliya yaylası Cənubi Amerika olduğu üçün Gondwana olacaq. Dekan yaylası Gondwana olacaq. Deməli, o bizim oxuduğumuz fikir nəyə aiddir? 3-ə aiddir. Hətta bunları qeyd edək. 1, 2, 3. Birinci fikir getdi 3-ə. 2. Seysmik cəhətdən sabitdir. Baxıram, Orta Sibir sabitdir. Dekan yaylası da sabitdir. Braziliya yaylası da sabitdir. Deməli, bu nəyə gedəcək? 4-ə gedəcək. Şimal və şərq yarımkürələrində yerləşir. Orta Sibir şimal-şərq, Dekan yaylası şimal-şərq, Braziliya isə cənubdur. Deməli, bu sadəcə 1-ə gedəcək. Növbəti testə baxırıq. Əsasən subekvatoral iqlim qurşağında yerləşir. Subekvatoral iqlimdə yerləşəcək burada Dekan yaylası ilə Braziliya yaylası, yəni bu uyğun gələcək 3-ə. 5-ci fikrə baxırıq. Filiz faydalı qazıntılarla zəngindir. Ümumiyyətcə yaylalar filiz mənşəli faydalı qazıntılarla zəngin olduğu üçün 4, 5 yazılacaq 4-də. 6. Aid olduğu ölkə 3 yarımkürədə yerləşir. Yəni Rusiya 3 yarımkürədə yerləşir. Braziliyada ekvator xətti onu kəsdiyi üçün 3 yarımkürədə yerləşir. Yəni bu 6. Amma Hindistanda belə bir şey yoxdur. Yəni nə ekvator, nə də Qreenwich onu kəsmir.
7-ci fikir, ən böyük materikdə yerləşir. Asiya materikindən söhbət gedir. Asiya materikində də Orta Sibir və Dekan yayləsi yerləşir. Yəni 1. Yəni 3, 1, 6, 1, 4, 2, 5. 3, 1, 6, 3, 1, yox, 3, 7. Hə. 3, 7, 6, 1. Hə, 3, 7, 6, hə, burada 3, 7, 6, 1, 4, 2, 5. 3, 7, 6, 1, 4, 2, 5 D variantı. Uyğunluq gözlənilmiş sıranı müəyyən edin. Deməli, Ural dağlarında yazıb Kaynozoy. Qədim dağlar Paleozoyda formalaşıb. Dekan yayləsi akkumulyativ ola bilərmi? Xeyr, yaylalar deməli əsasən dendasyon olur. Anadolu yayləsi platformada deyil, geosinklinalda yerləşir. Turan ovalığı çökmə mənşəli süxurları üstün olacaq. Çünki ovalıqlarda əsasən çökmə mənşəli süxurları olur. Cavab burada olacaq 4. Meseta yaylasında da kar və sirklər olmayacaq. Çünki ərazidə buzlaqlar geniş yayılmayıb. 64 Eyler-Venn diaqramına əsasən uyğun bəlləri müəyyən edin. Böyük səhra və Kalahari. Duyun və barxanlara səhra olduğu üçün hər ikisində rast gəlinəcək. Ərazisində şahid dağlar təbii ki də böyük səhradan söhbət gedir. Təbii şərait məskunlaşmağa ciddi təsir göstərir. İkisinə də aiddir, çünki səhralarda insanlar çox geniş məskunlaşmırlar. Cənub və şərq istiqamətdə qədim dağlar təbii ki də Kalahari yaylasının cənub və cənub şərqində olan Kap-Vajdaha dağlarıdır. Ərazisində inkişaf etmiş ölkə yerləşir. Bu Kalahariyə aiddir. Cənubi Afrika Respublikası inkişaf etmiş ölkədir. Zəngin neft ehtiyatlarına malik isə böyük səhraya aiddir. Deməli 2, 6, 4, 5, 1, 3 şəklində olacaq. 70. Şimali və Cənubi Amerika materiklərinin relyefi üçün fərqli xüsusiyyətləri müəyyən edin. Deməli, sahil xətləri az parçalanmışdır. Bu nəyə aiddir? Təbii ki də bu Cənubi Amerika materikinə aiddir. Biz Şimali və Cənubi Amerikada fərqli cəhət deyiriksə, bəli, bu fərqli cəhətdir. Qədim dağ silsilələri sadəcə Şimali Amerikada var və fərqli cəhətdir. Şərq hissəsi düzənlikdir, bu oxşar cəhətdir. Sahilləri 3 okyan suları yuyur, bu fərqli cəhətdir. Çünki Şimali Amerikada şimal buzlu, Atlantik və deməli sakit olacaq, amma Cənubi Amerikada sadəcə Atlantik sakitdir. Yəni fərqli cəhətdir. Qərb sahili boyu subduksiya zonası hər ikisinə aiddir. Çünki ikisində də okeanla materik havası bir-biriyle toqquşur. Fəaliyyəti olan vulkanlara rast gəlinmir. Bu fikir heç ikisinə də aiddir. Çünki hər ikisində faal vulkanlar var. Cavabımız olacaq 1, 2, 4. Sogne Fjord, Postoyn mağarası, Salpaus-Selkaya Morentrəsinin müvafiq olaraq xəritə sxemdə göstərilən ölkələrə uyğun ardıcıllığını müəyyən edin. Sogne Fjord yerləşir Norveçdə, yəni olacaq 3. Norveç. Postoyn mağarası yerləşir Sloveniyada, yəni 4-ə uyğun gələcək, 4 Sloveniya. Salpaus-Selkaya Morentrəsi isə Finlandiyada, Baltik dənizi sahillərində yerləşir. Yəni bu da 1 Finlandiya olacaq, cavab olacaq B. Daha sonra 72. Eyler-Venn diaqramına əsasən uyğun bənləri müəyyən edin. Alp dağları, And dağları, oxşar və fərqli cəhətlər. Fəaliyyətdə olan vulkanlara malikdir. Fəaliyyətdə olan vulkanlar And dağlarına aiddir. Çünki Alp dağları materiklə materikin toqquşma zonasında yerləşdiyi üçün burada faal vulkanlar adətən müşahidə edilmir. Yəni Alpda yoxdur faal vulkan, amma And dağlarında var. Ərazisi 2 yarımkürədə yerləşir. Bu Alp dağlarına aiddir. Çünki And dağlarını ekvator xətti kəsir. Faal seismikliyə malikdir. Hər iki ərazi geosinklinalda yerləşdiyi üçün faal seismik olacaq. Quruda dünyanın ən uzun dağ sistemi And dağlarıdır. Uzunluğu şimaldan cənuba 9000 kilometrdir. 4 daha doğrusu. 1, 4. Maksimal hündürlüyü Qafqaz dağlarının maksimal hündürlüyündən daha azdır. Bu Alpa aiddir. Çünki Qafqaz 5642, Alp isə 4807-dir. Yəni Alp Qafqazdan daha kiçikdir, amma And Qafqazdan hündürdür. 6960 metr hündürlüklə. Bəzi yerlərdə isə 6959 metr yazılır. Deməli, bu oldu. Alpa getdi. Daimi qar xəttinə malikdir. Hər iki materikdə
buzlaqlar olduğu üçün daimi qar xətti olacaq. 2, 5, 1, 4, 3, 6. D variantı. 73. Cənubi Amerika materikində relyef formalarının şimaldan cənuba doğru ardıcıllığını müəyyən edin. Demək, Qviana yayılası ondan cənubda Amazon, ondan da cənubda Braziliya, ondan da cənubda La Plata. A variantı düzdür. Deyir ki, Cənubi Amerikada şimal və qərb yarımkürəsində yerləşən A ovalığı Atlantik okeanına tərəf meyilli olub, neft və təbii qaz ehtiyatları ilə zəngindir. Şimal və qərb yarımkürələrində yerləşir. Bu o deməkdir ki, ekvatordan şimaldadır. Bu böyük ehtimalla Orinoco ovalığı olacaq. Neft və təbii qaz ehtiyatları var Orinocoda. Ovalıqdan qərbə cavan dağlar mı var? Bəli, And dağları, şərqdə qədim dağ sisteminin qalıqları olan yassı düzənlik, yəni Qviana yaylası yerləşir. Söhbət Orinoco ovalığından gedir. Orinoco ovalığına aid olmayan fikirləri seçəcəyik. Yay gün dönümündə Günəş burada zenitdə olur. Yay gün dönümündə Günəş şimal tropiki üzərində zenitdə olur. Və Orinoco ovalığını şimal tropik xətti kəsmir də, yəni Meksikadan keçir. Fikir yanlışdır. Qabağında doğru yazıldığı üçün elə cavab A'dır. Tepu ilə adlanan Masavari dağlar səciyyəvidir. Bu səhvdir. Çünki bu nəyə aiddir? Qvianaya aiddir. Yanlış fikrin qabağında yanlış yazılıb. Deməli, düzdür. Alival düzənlikdir. Ovalıqlar ovalıqdır, həm də Orinoco çay ərazisindən keçir. Bir ovalığın ərazisindən ki, çay keçir, çay çöküntüləri ilə zəngin olur və hardakı alival çöküntüləri, yəni çay çöküntüləri toplandı, o alival mənşəli düzənlik adlanır. Yəni düzdür, fikir düzdür, qabağında düz yazılıb. Mülayim işıqlanma qurşağında yerləşir, yanlış. Bəli, tropik işıqlanma qurşağında yerləşir çünki. Materikin platforma hissəsində yerləşir. Bəli, Orinoco platformada yerləşir. Yəni cavabımız A variantıdır. 75. A düzənliyi Cənub-Şərqi Asiya regionunda yerləşir. Bu düzənlik regionun ən böyük yarımadasında yerləşməklə eyni adlı çayın alüvial çöküntülərindən yaranmışdır. Cənub-Şərqi Asiyada zaten bir əsas yarımada götürülür. O da Hindçin yarımadasıdır. Hindçin yarımadasının da ən böyük ovalığı Mekong ovalığıdır. Düzənlik yarımadada meridianlı istiqamətdə uzanmış dağlar arasındadır. Bəli. Demək, söhbət Mekong ovalığından gedir. Biz Mekong ovalığının Nallabor düzənliyi ilə oxşar olan cəhətlərini müəyyən etməliyik. Məsələn, Şərq yarımkürəsində yerləşir. Hər iki düzənlik Şərq yarımkürəsində yerləşdiyi üçün cavab burada elə A variantıdır. Çünki Mekong ovalığı tropik işıqlanma qurşağında yerləşir. Nallabor isə mülayim. Nallabor Avstraliyaya aiddir. Nallaborda alüvial çöküntülər olmayacaq. Çünki çox çay yoxdur ərazidə. Zəlzələ müasir dağ əmələ gəlmədə Nallabora aid deyil. Çünki Nallabor Avstraliyada yerləşir. Daha sonra külək eroziyasının ən çox yayıldığı ərazilər. Külək eroziyası harda daha çox olur? Səhralarda. Demək, səhralara uyğun olan. Məsələn, Şərqi Asiyada səhralar geniş yayılmayıb. Cənub-Şərqi Asiyada da həmçinin. Qərbi Sibirdə də həmçinin. Orta Dunayda da həmçinin. Şimali Afrika Turan ovalığı Ərəbistan yarımadasında isə səhralar geniş yayılıb. Daha sonra 77 relyef profilinə əsasən rəqəmlərə müvafiq gələn sıra dağları müəyyən edin. Baxın, birinci dağ Turfan çökəkliyindən şimalda yerləşir. Bu Tian-Şan dağlarıdır. Daha sonra Turfan çökəkliyinin deməli cənubunda Kunlun dağları var, düzdür? Bəli, Kunlun dağları ilə Tian-Şan arası. Demək, ikinci Kunlun olacaq. Daha sonra Kunlun aşağısına Tibet. Tibet Kunlun hansı dağın arasında yerləşir? Təbii ki də Himalay. Daha sonra relyef profilinə əsasən rəqəmlərə müvafiq gələn çökəklik yaylı və körfəzi müəyyən edin. Təbii ki də əslində yuxarıdakı testin davamıdır. Tian-Şan dağları ilə Kunlun dağları arasında Turfan çökəkliyi, Kunlun dağları ilə Himalay dağları arasında Tibet yaylası, Himalay dağlarının cənubda Hind okeanında isə Benqal körfəzi yerləşir. 79. Uyğunluq gözlənilmişdir. Meridian və ya paralellər, kəsdiyi ölkə, kəsdiyi dəniz və ya körfəz. Qrinviç meridianı. Qrinviç meridianı buradakı ölkələrdən hansını kəsir? İspaniyanı və yaxud da Əlcəzairi, yəni 1-də 2 də ola bilər, 4 də ola bilər, amma İsveçi kəsmir. Daha sonra Aralıq dənizində kəsir, yəni A, hər ikisində zaten bir də burada D var, Meksika körfəzini kəsmir. Şimal tropik xətti kəsdiyi ölkə buradakı siyahıdan Əlcəzair, ola bilər.
Əlcəzairi və Banqladeşi kəsir. 1 və yaxud da 2 olmalıdır. 2 variantlarda da 1, 2-dir. Digər hissəsindən biləcəyik. Şimal tropik xətti C ya da D. Ərəbistan dənizi xeyr, amma Meksika körfəzini kəsir, yəni C olmalıdır. Sonra Şimal qütb dairəsi. Şimal qütb dairəsi buradakı ölkələrdən İsveçi kəsir, yəni 3 olmalıdır. 3-də 3. Və buradakı demək dənizlərdən Norveç dənizini kəsir, yəni B olmalıdır ən sonda, yəni E variantı. Daha sonra sual 80 deyir ki, sxemdə verilən mütləq yüksəkliklərə uyğun gələn dağların yerləşdiyi qitələri müəyyən edin. Birincisi 2228 metr, yəni Kostuşka zirvəsidir, yerləşir Avstraliyada. İkincisi 5895 Afrika. Üçüncüsü demək 4807 Mont Blanc Avropada və ən sondakı da indi Amerika yazıb. Bu McKinney də ola bilər. İkisi də yəni 6000-dən hündürdür. Həm McKinney, həm də Aconcagua. Ondakı cavab B variantıdır. Ərazisində materiklərin 2 və daha çox ucqar nöqtələri yerləşən ölkələr. Tunisdə sadəcə Afrikanın şimal ucqar nöqtəsi. Rusiyada Asiyanın şimal və şərq ucqar nöqtəsi. ABŞ-da Şimali Amerikanın, hətta ucqar nöqtələri deyək, Rusiyada Çelyuskin və Dejnev burnu. ABŞ-da deməli US şəhzadəsi burnu yerləşir. Tunisi çıxdı, yəni bu getdi. Avstraliyada zaten 4 ucqar nöqtə yerləşir. İspaniyada cənub ucqar nöqtə olan Marakeş burnu yerləşdi. Sadəcə bir ucqar. Kanadada 2 ucqar nöqtə var. Saint Charles və Murchison burnu. Rusiyada 2 ucqar nöqtə var. Dejnev və Çelyuskin burnu. Avstraliyada isə 4 ucqar nöqtə var. 2 və daha çox oldu, bəli. Cavab olacaq D variantı. Daha sonra 82-ci suala baxırıq. Deyir ki, materik və qitələrin ucqar nöqtələrinin qütb işıqlanma qurşağı daxilində yerləşdiyi ölkə təbii ki, şimalda olanlarda. Kanada'nın ucqar demək Kanadada Şimali Amerikanın ucqar nöqtəsi Murchison, Rusiyada Çelyuskin götürülə bilər, Norveçdə Nordkin burnu. Bu ölkələri götürəcəyik. Daha sonra deyir ki, 83-də müəllim dərsdə şagirdlərə dünyanın fiziki xəritəsi üzrə qiyabi səyahətə çıxmağı tapşırır. Şagirdlərin əsas işi isə 40 şimal enliyi və 50 şərq uzunluğunda yerləşən məntəqədən başlayaraq 40 şimal enliyi 50 şərq uzunluğundan söhbət gedir. Bu haradır? Bakı. Öncəliklə biz Bakıdan deməli 135 azimutda yerləşən 20 dərəcə şimal enliyi 80 şərq uzunluğunda yerləşən məntəqədə rast gəldikləri düzənlikləri tapmaq idi. Şagirdlərin rast gəldikləri düzənlik. Aha. Deməli biz Bakıdan cənub-şərqə doğru gedirik. Bakıdan cənub-şərq, yəni şimalda və yaxud da qərbdə olan məntəqələri rahat şəkildə çıxa bilərsiniz. Məsələn, burada qərbdə yerləşən coğrafi obyektləri çıxaq da. Meksika əyalası qərbdə yerləşir, düzdür, çıxdıq. Padon ovalığı Azərbaycanın qərbindədir. Qərbi Sibir ovalığı Azərbaycandan şimaldadır. Nə qalır geriyə? İran və Dekan, hansı ki ikisi də Azərbaycanın cənub-şərqində yerləşir. 2-4 olacaq cavab. 84. Euler-Venn diaqramına əsasən uyğun mənləri müəyyən edin. Deməli, Euler-Venn, deməli, 1-ə D, A, C uyğun gəlməlidir. D nədir? İnkişaf etmiş ölkə ərazisində yerləşir. Hansı variantları çıxa bilərik? Steep Point-u çıxa bilərik. York burnunu çıxa bilərik. Yəni, bir də bunlar olmaz. Subekvatoral iqlim qurşağında yerləşməlidir. Piyay burnunu çıxa bilərik. Çünki ekvatoral iqlim qurşağında yerləşir. Və C, günəşin zenitdə olma prosesi müşahidə olunur. Hələ ki, A, Rashafon və Cabo Branco subekvatoral iqlim qurşağında yerləşir. Günəşin zenitdə olma prosesi müşahidə olunur. İnkişaf etməkdə olan ölkə ərazisində yerləşir. Bu düzdür. Sadəcə B ona aid olmamalıdır. Cənub və şərq yarımkürəsində yerləşməsi. Nə Cabo Branco'ya aiddir, nə də Rashafona aiddir. Yəni ikisi də ola bilər. 3 və yaxud da 4 ola bilər. İkincisinə isə aiddir B, A, C. Deməli, ikincisi ya bizdə 2-dir, ya da 5-dir. İndi ikisini də yoxlayaq. Digərlərini silib, ikisini yoxlayaq.
2 və yaxud da 5. B fikri ona uyğun gəlməlidir. Cənub və şərq yarımkürəsi. York burnu da, Steep Point burnu da cənub və şərqə düşür. A və C. Subekvatorial iqlim qurşağında yerləşir. Artıq burada Steep Point gedir. Çünki subekvatorial iqlim qurşağında yerləşən York burnudur. Yəni bura B variantı uyğun gəlməlidir. Cədvələ əsasən Braziliya yaylasını verilmiş yaylalarla fərqləndirən, fərqli cəhətlərini müəyyən edin. Qviana, Şərqi Afrika, Meksika. Baxaq indi fikirlərə. Qviana yazıb Cənubi Amerika platformasında yerləşir. İkisi də yəni Cənubi Amerika platformasında yerləşir də. Bu onlar üçün oxşar cəhətdir. Filiz faydalı qazlıdır. Yaylalarda filizlər zəngin olur. Bu da fərqli cəhət deyil, oxşar cəhətdir. Ekvatordan şimalda yerləşir, bəli. Çünki Braziliya ekvatordan cənubda yerləşir. Yəni 1-də 3-dür. Sonra Şərqi Afrikadadır ki, fəaliyyətdə olan vulkan mövcuddur. Bəli, Braziliyada yoxdur, amma Şərqi Afrikada faal vulkan var. İkisi də denudasyon düzənlikdir, çünki yayladır. Seismik zonada yerləşir. Biz elə bil ki, bunu götürə bilərik, çünki hər iki ərazi seismik cəhətdən fəaldır. Ondan sonra orta qırışıqlıq Mezozoy vilayətindədir. Meksika bəli, Braziliya yox. Fərqli cəhətdirmi? Bəli. Qərb yarımkürəsində yerləşir. Hər ikisi qərb yarımkürəsindədir. Yerləşdiyi ölkənin günəşin ildə bir dəfə zəngdə olduğu paralel kəsir. Günəşin ildə bir dəfə zəngdə olduğu paralel tropik xəttidir. Və həm Meksikanın şimal tropik, Braziliya isə cənub tropik xətti kəsdiyi üçün bu da onlar üçün oxşar cəhət deyil. 3, 4, 6 və 7 olmalıdır. 86. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Relyef forması yerləşdiyi region. Mekong düzənliyi Cənub-Şərqi Asiyada yerləşir. Alaşan dağları Mərkəzi Asiyaya düşür. Çünki Alaşan dağları Gobi yaylasına yerləşir. Onun bir hissəsidir. Yəni gedər. Kars platosu Şimali Avropa yanlışdır. Çünki Kars platosu yerləşir Cənubi Avropada, Balkan yarımadasında. Daha sonra Uluru masivi Mərkəzi Avstraliya düzdür. Səthi qırmızı rənglə örtülmüş. Ruvenzori horsu Şimali Afrikada yox, Şərqi Afrikada yerləşir. Lavrentiya yüksəkliyi Şimali Asiya yox, Şimali Amerikada yerləşir. Deməli bizdə düz olanlar hansılar oldu? 1, 2 və 4 cavab olacaq. 1, 2, 4. Davam edirik. Sual 87. Bundan sonrakılar artıq açıq suallardır. Deməli 87-də deyir ki, denudasyon mənşə düzənlikləri müəyyən. Denudasyon mənşə düzənlikləri nələrdir? Yaylalar və yüksəkliklər. Yəni Meksika yaylası, Orta Sibir yaylası, Braziliya yaylası 1, 4, 5 olacaq. 88 yenə də denudasyon mənşə düzənliklər və yenə yaylaları seçirik. Dekan, Qviana və Orta Sibir yaylası. 89. Antarktika materikinin coğrafi mövqeyinin xüsusiyyətləri. Bütün coğrafi enliklərdə yerləşirmi? Xeyr. Bütün coğrafi uzunluqlarda yerləşir. Yəni meridianlarda, amma bütün enliklərdə yerləşmir. Bütövlüklə cənub yarımkürəsində yerləşir. Bəli. Yalnız bir yarımkürədə yerləşir. Fikrimcə heç bir materikə aid deyil. Greenwich meridianı materikin arasından keçir. Bəli, bütün meridianlar keçir. Bütün saat qurşaqlarında da yerləşir. 2, 4, 5. 90. Antarktika materikinin coğrafi mövqeyinin xüsusiyyətləri yenə eyni. Cənub, qərb və şərq yarımkürələrində yerləşir? Bəli, həm şərqdə, həm qərbdədir. Çünki Greenwich və yaxud da 180 dərəcəli meridian onu kəsir. Bütün meridianlar onu kəsir də. Və şimalda olan hissəsi yoxdur, sadəcə cənubdadır. Bütün coğrafi uzunluqlarda yerləşir? Bəli. Şərq və şimal yanlışdır. Yüksək təzyiq qurşağı isə düzdür. Çünki qütüblər yüksək təzyiq zonlarıdır. Bütün coğrafi enliklər yenə dediyimiz kimi yanlışdır. 1, 2, 4. Denudasiya proseslərinin üstün olduğu məntəqələri müəyyən edin. Denudasiya əsasən yaylalara aiddir. Yəni Qviana yaylası, Braziliya yaylası, Patagoniya yaylası. Yəni 2, 3, 5 olacaq burada cavab. Akkumulyasiya prosesi ovalıqlarda olacaq. Yəni deməli Amazon ovalığı, Orinoco ovalığı, La Plata ovalığı. 2, 4, 6. Sonra baxırıq 93-ə. Deyir ki, Cənubi Amerika və Şimali Amerika materiklərinin ümumi cəhəti. Dağlarda hündürlük qurşaqlığı aydın müşahidə edilir. Bəli, çünki hündür dağları var
və aydın şəkildə də müşahidə ediləcək. Şimal tropik xətti hər ikisini kəsmir, sadəcə Şimali Amerikanı kəsir. Cənubi Amerika isə Cənub tropik xətti kəsir. Sahil xəttləri kəskin parçalanmışdır, Şimali Amerikaya aiddir. Cənubi Amerikada çox az, sadəcə Çilinin demək cənub qərb sahilləri. İqlimin Atlantik okeanın təsiri bəli, hər ikisində də böyük olacaq. Bütün iqlim qurşaqlarında yerləşmirlər. Bütün iqlim qurşaqlarında yerləşən Şimal yarımkürəsinin bütün iqlim qurşaqları Avrasiyaya aiddir. Qərb sahilləri faal seismikliyə müvalikdir, bəli. Çünki litosfer havalarının sərhəddinə düşür. Yəni 93-də olacaq cavab 1, 4 və 6. 94. Şimali Amerikanın fiziki coğrafi mövqeyinin əlamətləri. Bütünlüklə qərb və şimal yarımkürəsində mi? Yəni iki yarımkürədə mi yerləşir? Bəli. Cənub tropik xətti onun arasından keçirmi? Xeyr, şimal tropik xətti keçir. Aid olduğu litosfer havası Avrasiya litosfer havası ilə divergent sərhədə malikdir. Bəli, yəni Şimali Amerika havası Avrasiyadan uzaqlaşır. Qərbində düzənliklər mi var? Xeyr, qərbi əsasən dağlardan ibarətdir. Qərb sahillərində dərin okeanlar mı var? Bəli, okean və materik havası çünki burada toqquşur. Yəni 1, 3, 5 olacaq burada cavab. 95. Qərbi Sibir düzənliyi və Ərəbistan yarımadasının ümumi cəhəti. Hər ikisi düzənlikdir. Qərbi Sibir ovalıq, Ərəbistan isə yayladır. Hər ikisi Avrasiya materikində yerləşir. Sadəcə Ərəbistan yerləşir, deməli, tropik işıqlanma qurşağında, daha doğrusu tropik iqlim qurşağında. Yanlışdır. Şimal və şərq sahil yarımkürəsində yerləşir. Hər ikisi şimal və şərqdə yerləşir. Mülayim iqlim qurşağı sadəcə Qərbi Sibirə aiddir. Neft-qaz ehtiyatları hər ikisində var. Atlantik okeana birbaşa çıxışları vardır. Məsələn, Qərbi Sibirin yoxdur. Yəni, bu yanlışdır. Cavab olacaq burada 1, 3, 5. 96-cı suala baxırıq. Deyir ki, rəqəmlərlə verilən coğrafi obyektlərə aid ümumi əlamətlər. Rəqəmdə nə verilib? Atakama, 1-də Ərəbistan yarımadası, 2 Atakama sərası, 3 isə Avstraliyanın mərkəzi. Yəni, üçünün də səhralara uyğun gəldiyini bilirik. Yüksək təzyiq qurşağı. Səhralar, bəli, yüksək təzyiq qurşağıdır. Coğrafi uzunluqları eynidir. Xeyr, fərqli meridianlardır. Materik daxili ərazidə mi yerləşir? Xeyr. Məsələn, 2 okean sahilində yerləşir. Arid iqlim, yəni quraq iqlimə malikdirlər, bəli. Eyni yarımkürədə mi yerləşirlər? Biri şimaldır, biri cənubdur, biri şərqdir, biri qərbdir, xeyr. Fiziki aşınma prosesi üstün mü gedəcək? Bəli, çünki biz deyirik ki, səhralarda fiziki aşınma üstün gedir. 96-da cavab olacaq 1, 4, 6. 97. Afrika materikinə aid əlamətlər. Sahili zəif bir parçalanıb, bəli. Niyə? Çünki 4-cü dövr buzlaşmasına məruz qalmıyor. Ərazisinin əsas hissəsi qədim platformadırmı? Bəli. Sadəcə Atlas dağlarının çıxmaq şərti ilə. Ən iri göllər ekvatoral iqlim qurşağında mı yerləşir? Xeyr, Şərqi Afrika sınma zonasında yerləşir. Dendason düzənliklər geniş sahamı tutur. Bəli, çünki Afrikada çoxlu sayda yaylalar var. Subtropik qurşaq daha geniş ərazidədir. Xeyr, əsasən Afrika subekvatoral və tropik iqlim qurşaqları yayılmışdır. 98. Afrikanı Avstraliya materikindən fərqləndirən əlamətlər. Daimi qarlı uca dağ zirvələrinin olması. Bəli, Afrikada var, amma Avstraliyada bu yoxdur. 4 yarımkürədə yerləşən yeganə materikdir Afrika. Səhra və savannalar hər ikisində də var. Bir hissəsi qərb yarımkürəsində yerləşir. Bəli, bu Afrikaya aid ola bilər, amma Avstraliyaya aid deyil. İqlim şəraitinin quraq olması. Hər ikisi quraqdır. Düzənliklərin üstün olması hər ikisində də düzənliklər üstünlük təşkil edir. Cənubi Avropa və Cənubi Asiyanın relyefinin oxşar cəhətləri. Deməli, deyir ki, platforma sahələri geniş yayılmışdır. Məsələn, Cənubi Avropa geosinklinal ərazidir də. Bu, Cənubi Asiya və Cənubi Avropa üçün oxşar cəhət kimi qətiyyən götürülə bilməz. Deməli, ondan sonra litosfer havaların toqquşma zonası mı var? Bəli, həm Cənubi Asiya, həm də Cənubi Avropada litosfer havalarının toqquşma zonası mövcuddur. Yəni, konvergent zonası. Ondan sonra üçüncüsünə baxırıq. Deyir ki, seismik qurşaqda mı yerləşirlər? B. Fəaliyyətdə olan vulkanlar geniş yayılmışdır. Asiyanın cənubunda yoxdur. Çünki iki materik havası bir-birinə toqquşan yerdə fəaliyyətdə olan vulkanlara rast gəlinmir. Litosfer havaların divergent yox, konvergent sərhədinə yerləşir. Yarımada ərazisinin xeyli hissəsini tutur. Bəli. Məsələn, Cənubi Asiyada Hindistan yarımadasıdır. Cənubi Avropada isə Pireneyapenin Balkan yarımadalarıdır. 99-da olacaq 2, 3, 6. 100. Küraraz ovalığı ilə Apeni yarımadasının relyefinin oxşar cəhəti. Bir denudasiya prosesləri üstünlük təşkil edir. Denudasiya harda olur? Yüksəklik və yaylalarda. Amma Küraraz ovalıqdır. Yəni, bu ola bilməz.
Litosfer havalarının konvergen sərhədində mi yerləşirlər? Bəli, toqquşma zonasında yerləşirlər. Küraraz elə bil ki, Ərəbistanla Avrasiyanın, Apennisi Afrika ilə Avropanın toqquşduğu yerdə yerləşir. Akkumulyasiya prosesləri ovalıqlı olacaq. Məsələn, biz bunu Küraraz ovalığına aid edə bilərik. Yəni burada akkumulyasiya prosesləri üstün gedir. Amma məsələn, Apeni yarımadası dağdır da. Yəni buna necə aid ola bilsin ki? Metamorfik süxurlar geniş yayılmışdır. Metamorfik süxurlar da məsələn deyə bilmərik də. Burada geniş yayılmayıb. Yəni qiymətli daşlar o qədər də geniş deyil. Ovalıqda da xüsusən bir-iki çökmə mənşəli süxurlar olmalıdır. Cavan dağlar varmı? Küraraz ovalığı bəli, cavan dağlarla Qafqaz dağları ilə əhatələnib, Talış dağları ilə əhatələnib. Apeni yarımadası isə burada Talış deyirəm, Böyük Qafqaz, Kiçik Qafqaz dağları ilə əhatələnib. Apeni yarımadası isə Apenin və Alp dağları ilə əhatələnib. Akkumulyativ düzənliklərə malikdirlərmi? Bəli. Küraraz ovalığında da var. Apeni yarımadasında da Padan ovalığı akkumulyativ düzənlikdir. Deməli 2, 5, 6 cavabımız olacaq. Sxemdə istifadə edərək düzgün olmayan fikirləri, yanlış fikirləri biz müəyyən etməliyik. Deyir ki, Somali yarımadası Ərəbistana yaxınlaşır. Amma Ərəbistandan gördüyünüz kimi uzaqlaşır. Yəni bu yanlışdır. Sərhədlərin seismik fəallığı artır. Bab-el-Məndəb boğazı buradan ayrılma olduğu üçün genişlənəcək. Qırmızı dənizin sahəsi Ərəbistan Afrikadan uzaqlaşdığı üçün azalmayacaq. Daha da artacaq. Qırmızı dəniz, Aralıq dənizdə su mübadiləsi. Burada boşluq yaransa, bəli, Qırmızı dənizlə Aralıq dənizi arasında su mübadiləsi ola bilər. Qırmızı dənizlə Hind okeanı arasında su mübadiləsi dayanarmı? Xeyr, daha da artmalıdır. Yanlışları istəyirdi. 1 yanlışdır, 4 yanlışdır, 6 yanlışdır. Sonra 102 Avstraliya materikinin fiziki coğrafi mövqeyini müəyyən edən əlamətlər. Şimal hissəsini ekvator xətti kəsmir. Əksər materiklərdən uzaqda yerləşir. Hind və Sakit okeanları ilə əhatə olunub. Materik həm qərb, həm də şərq yarımkürəsi. Qərb deyil. Sadəcə şərq və cənubda yerləşir. Bütövlüklə cənubda yerləşir. Bəli. 6-da da 6 yoxdur. 5 fikirdir. Cavab olacaq deməli 2, 3, 5. 103. Turan ovalığı ilə Laplato ovalığı. Turan ovalığını Laplato ovalığından fərqləndirən əlamətlər. Deməli materik daxili mövqeyə malikdirlər. Bu Turan ovalığına aiddir. Çünki Laplato ovalığı okean sahilində yerləşir. Ərazisində günəş zenitdə olmur. Turan ovalığında olmur. Deməli, Laplato ovalığının bir hissəsində olur. Deməli, fərqli cəhətdir. Cavan platformu üzərində yerləşmişdir. Turan cavan platformadır. Laplata qədimdir. 2 yarım kürədə yerləşir. Xeyr, ikisinə də aid deyil. İnkişaf etməkdə olan ölkə ərazisində yerləşir. Bu fikir ikisinə də aiddir. İsti okean cərəyanlarının təsirinə məruz qalır. Bu Turan ovalığına aid deyil. Çünki okean sahilində yerləşmir. Turan cavabı burada olacaq. 1, 2, 3. 44. Cənub-Qərbi Asiyaya aid olan coğrafi obyektlər. Deməli, Kunlun dağları Orta Asiyaya aiddir. Anadolu cənub-qərbidir. Tarim çökəkliyi Mərkəzi Asiyaya aiddir. Tianşan Mərkəzi Asiya. Pont cənub-qərbi Asiya. Turfan çökəkliyi Mərkəzi Asiya. Zagros cənub-qərbi Asiya. Tavr dağları Türkiyədə cənub-qərbi Asiyadır. Demək cavab olacaq 2, 3, 6, 8. Mərkəzi Asiyaya aid olan coğrafi obyektlər. Kunlun dağları aiddir. Pont cənub-qərbi Asiyadır. Anadolu cənub-qərbi Asiyadır. Turfan çökəkliyi aiddir. Tarim çökəkliyi aiddir. Zagros cənub-qərbi Asiyadır. Tianşan dağları aiddir. Tavr dağları isə cənub-qərbi Asiyadır. Yəni 1, 4, 5, 7 olacaq. Cənubi Amerika materikinin Avstraliyadan fərqləndirən əlamətlər. Yüksəklik qurşaqlığı daha aydın müşahidə olunur. Bəli. Çünki Cənubi Amerikada hündür dağlar var. Hündürlüyü 6000-dən çoxdur, amma Avstraliyada elə də çox hündür dağ yoxdur. Bünövrəsinin bir litosfer havasından təşkil olunması. Deməli, Cənubi Amerika materiki Cənubi Amerika havasında yerləşir. Avstraliya materiki isə Hind-Avstraliya deməli havasında yerləşir. Bu da ikisi üçün də oxşar cəhətdir də, yəni fərqli cəhət sayılmır. İkisi də bir havaya düşür. 3 yarım kürədə mi yerləşir Cənubi Amerika? Bəli. Şimal, cənub, qərb, Avstraliya 2 yarım kürədə yerləşir. Sarı xəttlərində novların olması. Məsələn, Cənubi Amerikada Peru novu var, məsələn, sahilində, Çili novu var.
Amma Avstraliya üçün biz bunu deyə bilərikmi? Sahilində novlar. Xeyr, deyə bilmərik. Deməli, həqiqətən də Cənubi Amerikaya Avstraliyadan fərqlənir. Səhraların geniş sahə tutması Avstraliyaya aid, Cənubi Amerikaya aid deyil. Amma bizə deyir ki, Cənubi Amerikaya aid olsun, Avstraliyaya aid olmasın. İki okean suları ilə əhatə olunması. İkisi də, hər iki materik iki okean suları ilə əhatə olunur. Deməli, burada cavab olacaq 1, 3 və 4. 107. Orizaba vulkanı Cotopaxi vulkanı ilə oxşar, Shasta vulkanı ilə fərqli xüsusiyyətlərini müəyyən edir. Tropik işıqlanma qurşağında yerləşir. Orizaba vulkanının şimal tropik xəttindən cənubda tropik işıqlanma qurşağına düşür. Amma Cotopaxi vulkanı da ekvatora olduqca yaxın ərazidə yerləşir. Yəni, bu Orizaba ilə Cotopaxi üçün oxşar cəhətdir. Amma Shasta mülayimdə yerləşdiyi üçün biri götürə bilərik. Aid olduğu materikin qərb hissəsində yerləşir. Həm Orizaba, həm Cotopaxi, həm də Shasta materikin qərbində yerləşir. Bu üçünə də aiddir. Amma biz dediyimiz kimi Cotopaxi və Orizabaya aid olmalıydı. Shastaya aid olmamalıdır. Litosfer havalarının konvergent zonasında yerləşir. Yəni, toqquşma zonasında yerləşir. Deməli, Orizaba vulkanı ilə Cotopaxi vulkanı, bir də Shasta vulkanı, yəni üçü də toqquşma zonasında yerləşir də. Bunu götürə bilmərik. Mütləq hündürlüyü, deməli, 500 metrdən çoxdur. Həqiqətən də Orizaba, Cotopaxi hündür vulkanlardır. 5000-dən də çoxdur. Amma Shasta vulkanı o qədər də hündür deyil. Mezozoy qırışıqlığı zonasında yerləşir. Bu isə Shastaya aiddir. Xeyr, heç birinə aid deyil. Bunlar hamısı materiklərin çox qərb hissəsində yerləşirlər. Yəni, heç biri də mezozoyda deyil. Kaynozoy qırışıqlığında yerləşir. Yəni, burada cavab olacaq 1, 4. 108-ci suala baxırıq. Deyir ki, doğru fikirləri müəyyən edin. Kalahari platosunun zəncirvari şəkildə yerləşmiş duyumlar üstünlüyü təşkil edir. Bəli. Balkan yarımadasına yerləşən Kars platosu əsasən əhəngdaşlı süxurları ilə örtülür. Bəli. Bu süxurların yuyulması nəticəsində mağaralar yaranıb. Orta Avropanın ən böyük düzənliyi Padan deyil, Almaniya, Polşadır. Almaniya, Polşa. Daha sonra Valda yüksəkliyi şərqi və qərbi Kordilyer dağların arasında qətiyyən Valda yüksəkliyi Avropada yerləşir. An dağlarında 20 dərəcə cənub en dairəsi boyunca sıra dağlar arasında məsafə artır, geniş platolar yaranır. Bəli. Məsələn, altiplan olar. Yəni, 1 düz idi, 2 düz idi. Sonra Kilimancarodan sonra Şərqi Afrika sınma zonası ikinci ən böyük vulkanı, deməli, Kamerun vulkanı sayılır. Amma xeyr, bu fikir də yanlışdır. Deməli, cavab olacaq bizdə 1, 2, 5. Kenya vulkanı belə, yəni Kamerun vulkanından daha hündürdür. 1, 2, 5. Sonra 109-cu suala baxırıq. Deyir ki, Cənubi Asiyaya olan əlamətləri. Əsas hissəsi yarımada mıdır? Bəli, Hindistan yarımadasıdır. Qərb hissəsində böyük və kiçik Xinqan dağları mı var? Xeyr, qərbi qat və şərqi qat dağları var. Daş kömür, dəmir filzi və qrafit mi var burada? Bəli, geniş alıb. Asiyanın ən alçaq nöqtəsi burada mı yerləşir? Xeyr, Qıxor çökəkliyi Hindistanda yerləşmir, yəni Hindistan yarımadasında yerləşmir. Geoloji keçmişdə Gondvananın tərkibində olmuşdur Hindistan. Fəaliyyətdə olan vulkanlar isə burada rast gəlinmir. Cavabımız olacaq 109-da 1, 3, 5. Daha sonra 110-cu testə baxırıq. Cənub-Şərqi Asiya regionuna aiddir. Zəngin neft, qaz və qalay wolfram ehtiyatlarına malikdir. Bəli. Matterhorn, Qalxapiggen, Konqo zirvələri burada yerləşmir. Matterhorn alt dağlarında, Qalxapiggen Skandinaviyada, Konqo zirvəsi isə Pamirdə yerləşir və heç biri Cənub-Şərqi Asiya deyil. Materik və okean litosfer havalarının toqquşduğu sərhəddə yerləşir. Bəli. Xüsusən də zonda dolanından söhbət gedir. Regiondakı dağlar arasında Mekong düzənliyi, bəli, meridianal istiqamətdə uzanan dağların arasında Mekong düzənliyi var. Pinatubo vulkanı 3 yarımkürədə yerləşən adanın ərazisindədir. Deməli, Pinatubo vulkanı yerləşir Filippin adalarında, deməli, Luson adasında və Luson adası nə ekvator kəsir, nə Greenwich, nə 180-dir. Yəni, bu fikir səhvdir. Dünyada ən nəhəng qum toplanmış regiondur. Bu da demişdik, nə olmalıdır? Kalahari səhrası. Yəni, cavab burada 1, 3 və 4-dür. 111. Padan ovalığının Kolxid ovalığı ilə oxşar Almaniya, Polşa ilə fərqli xüsusiyyəti. Alüvyal çöküntülər yağmışdır. Ümumiyyətlə, ovalıqlar adətən alüvyal çöküntülərlə zəngin olur. Əgər rütubətli
rütubət demək, çay çoxdursa. Ki Padandan axan çay da var, Kolxidanın da var, Almaniya, Polşadan da var. Yəni bu üçü üçün də oxşardır. Dəniz sahili mövqe. Padan ovalığı da dəniz sahilidir, Kolxida da dəniz sahilidir, Almaniya, Polşa da dəniz sahilidir. Seysmik zona amma düzdür. Çünki Padan geosinklinaldır, Kolxida da geosinklinal, amma Almaniya, Polşa platformadır. Cənubi Avropadırmı? Deməli, Padan Cənubi Avropadır, amma Kolxida ovalığı Şərqi Avropaya düşür. Ona görə bu qədər. Cavan dağlarla əhatə olunmuşdur fikri isə deməli Padan ovalığı və hər iki tərəfdən cavan dağlarla, Kolxida da hər iki tərəfdən cavan dağlarla əhatə olunmuşdur. Amma ki Almaniya, Polşanın ətrafında əsasən qədim dağlar və dəniz var. Yəni bu Padan və Kolxidaya uyğun gəlir, amma Almaniya, Polşaya aid deyil. 112. Akkumulyativ düzənliklər. Yəni nələri müəyyən etməliyik? Ovalıqları. Ovalıqlar burada hansılardır? 2. Qərbi Sibir ovalığı, 6. Böyük Çin düzənliyi, 3. Atlantik sahili. Daha doğrusu Meksika sahili ovalığı. 2, 3, 6. Digərləri isə baxın, Şimali Afrika ovalıq deyil, Braziliya ovalıq deyil, Şərqi Sibirdə ovalıq deyil. Dendosal mənşəli düzənliklər bu səfər isə tam tərsi. Yüksəklikləri seçəcəyik, yaylaları seçəcəyik. Məsələn, burada nə uyğundur? Turan ovalığı çıxar, Meksika sahili ovalıq çıxar, Böyük Çin düzənliyi çıxar. Nə qalar? Braziliya yaylası, Afrikanın şimalı, məsələn, Həqqar yaylası düşür bura. Burada da Qərbi Avstraliya yaylası yerləşir. Yəni cavabımız olacaq 2, 3, 6. 114-də deyir ki, doğru olmayan sıraları müəyyən edin. Tibet yazıb mənşəyi dendasyondur. Tibet yayladır, dendasyon mənşəli olacaq. İl çaylarına yazır Amudərya, Sırdərya. Amudərya, Sırdərya çayları keçir Turan ovalığında. Yəni səhvdir. Yəni götürəcəyik. Qərbi Sibir ovalıqdır, akkumulyativdir və Qərbi Sibirdən Obla İrtiş çayları keçir. Yəni bu düzdür. Düz olduğu üçün götürmürük. Mesopotamiya ovalıqdır, yəni akkumulyativ olacaq. Dəcrə və Fəlat çaylarının arasında yerləşir. Düzdür. Yəni götürməyəcəyik. Böyük Çin ovalıqdır. Dendasyon olmamalıdır. Yəni yanlışdır. Yanlış olduğu üçün götürürük. La-Plato ovalıqdır. Ovalıq olduğu üçün akkumulyativ olacaq. Amma La-Plato ovalığından Orinoco çayı keçmir. Orinoco çayı ilə Orinoco ovalığından keçir. Səhvdir. Səhv olduğu üçün götürürük. Braziliya yaylası yaylı olduğu üçün dendasyon mənşəlidir və ərazisindən San Francisco və Parana çayları keçir. Düz olduğu üçün götürmürük. Səhvləri götürürük. Səhvlər də oldu 1, 4, 5. Daha sonra 115 qərb hissələri seysmik cəhətdən daha faal olan ölkələr. Qərbi seysmik cəhətdən faal olmalıdır. Məsələn, Rusiyanın şərqi faaldır. Amma Meksikanın qərbi, Boliviyanın qərbi. Qazaxıstan xeyr, Qazaxıstan platformada yerləşir. Misir platformaya uyğun gəlir. Amma Kanadanın qərbi geosinklinaldır. Yəni 3, 5, 6 olacaq. Sonra şimal hissəsi seysmik cəhətdən faal olan ölkələr. ABŞ-ın şimalı məsələn faal deyil. Amma Əlcəzairin şimal hissələri Aralıq dənizi düşər. Özbəkistan düşməz. Almaniyanın şimalı düşməz. Mərakeşin şimalı, Hindistanın şimalı. Mərakeşin şimalı elbə ki, Afrika ilə Avropanın toqquşduğu zonada. Hindistanın şimalı isə Hindistan yarımadası ilə Avrasiyanın toqquşduğu yerə uyğun gəlir. Yəni cavab burada olacaq 3, 4, 6. 117. Kolxida və Padan ovalıqlarının oxşar cəhəti. Cavan plat. Bunlar platforma deyil, geosinklinaldır. Geosinklinal qurşaqda yerləşirlər. Yağıntılar əsasən yayda düşür sözü Padan ovalığına aid ola bilməz. Çünki Padan ovalığı Aralıq dəniz iqlimində yerləşir. Bilirik ki, burada yağıntılar düşməlidir əsasən qışda. İntensiv antropogen təsirə məruz qalırlar. Bəli, çünki insan çox yaşayır. Haradakı insan çox yaşayır, ora intensiv antropogen təsirə məruz qalacaq. Yağıntılar il boyu bərabərmi paylanır? Xeyr, demişdim ki, bayaq Padanda qışda daha çox düşəcək. Dünya okeanına çıxışları vardır. Hər ikisində Dünya okeanına, Kolxidanın Qara dənizə, Padan ovalığının isə Adriatik dənizə çıxışı olduğu üçün Dünya okeanına çıxışı var. Cavab olacaq burada 2, 4, 6. Kolxida və Padan ovalıqlarının oxşar cəhəti. Cavan qırışıq dağlarla əhatə olunmuşlar. Bəli. Mülayim iqlim qurşağında mı yerləşirlər? Xeyr, Padan subtropikə düşür. Alüvyal düzənlikdirlərmi? Bəli, ovalıqlar çox vaxt alüvyal düzənliklərə uyğun gəlir. Landşaftları az mənimsənilməyib, çox mənimsənilib. Sitrus meyvəçiliyi inkişaf edib. Bəli, subtropik iqlim qurşağında ümumiyyətlə sitrus meyvəçiliyi inkişaf edəcək. Qədim qırışıqlıq dağlarla, xeyr, cavan dağlarla əhatələniblər. 1, 3, 5.
119 Küraraz və Padan ovalıqlarının oxşar cəhəti. Ərazisində çayların dib eroziyası üstündür. Dib eroziya dağda olur. Bunlar isə ovalıqdır. Aid olmaz. Humid iqlim rütubətli iqlimdir. Küraraz quraqdır da, yarım səhralardır. Yanlışdır. İntensiv antropogen təsir olacaqmı? Yəni insan çoxmu yaşayır? Bəli, hər ikisində çox insan yaşadığı üçün antropogen təsirə məruz qalacaqlar. Maqmatik süxurlar, ovalıqlarda maqmatik süxurlar yayılmır, əsasən çökmə süxurlar yayılır. Hər ikisi geosinklinal qurşaqdır və bəli, mülayim hava kütlələrinin təsirinə hər ikisi məruz qalacaq. Çünki subtropikdə qışda mülayim hava kütləsi hakim olur. 3, 5 və 6. Anadolu yaylasının Şərqi Afrika düzənliyindən fərqli xüsusiyyətlərinə baxırıq. Deməli deyir ki, yay aylarında tropik hava kütləsi hakim olur. Deməli, Anadolu yaylasında yayda tropik olacaq. Çünki Anadolu yaylası yerləşir subtropikdə. Şərqi Avropa düzənliyinə isə aid olmayacaq. Çünki Şərqi Avropa mülayimdir. Yəni, biri götürəcəyik 120-də. Sonra, Cavan platformadır. Anadolu yaylası geosinklinaldır. Sonra, sönmüş vulkan varmı Anadolu'da? Bəli, Ağrı Dağ vulkanı var, amma Şərqi Avropa platforma olduğu üçün burada heç sönmüş vulkan da yoxdur. Şimal və Şərq yarımkürəsində. Hər ikisi şimaldadır, hər ikisi də şərqdədir. Çaylar gəmiçilik üçün daha az əlverişlidir. Əslində Anadolu yaylasının çayları nisbətən daha az əlverişli olacaq, çünki əsasən dağlıq ərazidir. Amma Şərqi Avropa ovalıq olduğu üçün burada çayların əhəmiyyəti çox olacaq. Bəzi çaylar Xəzər dənizinə aiddir. Şərqi Avropadan axan Volqa çayı Xəzərə aiddir. Anadolu yaylasından axan Kür və Araz çayları isə Xəzər dənizi hövzəsinə aiddir. Yəni bu ikisi üçün də oxşar cəhətdir, fərqli cəhət deyil. Cavabımız olacaq burada 1, 3, 5. 121. Xəritə sxemə əsasən A məntəqəsindən verilən istiqamətlərə təqribən uyğun gələn azimutları və coğrafi obyektləri müəyyən edin. Deməli, burada hansı azimutlar var? Burada müvafiq olaraq 315 dərəcəli azimut var, 270 dərəcə azimut var və 135 dərəcəli azimutlar var. İndi baxaq nə verib. Məsələn, 315. 315 azimutu nəyə uyğun gəlir? Deməli, buradan Baltik dənizindən keçir, Skandinaviyaya keçir. Yəni, ya Baltik dənizi, ya da Skandinaviya olmalıdır. Gördüyünüz kimi, sadəcə Baltik dənizi var. Şimal dənizi burada yerləşdiyi üçün düşməyəcək. Və birinci bu sıra uyğun gəlir hələ ki. Bu getdi. Sonra, 135-ə baxaq. 135 burada nə var? Burada, məsələn, Azov dənizi var. Krım yarımadası, Qara dəniz yazıb. Yəni, əslində daha çox Krım yarımadası uyğundur, amma qalsın ikisi də. İki dənə variantdır doğrudan. Krım yarımadası keç, Qara dəniz, Alp dağları olmayacağına görə bu variant gedər. Sonra, 270 azimuta baxırıq. 270 dərəcə azimut bu. Biz Reyn çayını kəsirik. Böyük Britaniya adasını kəsirik. Yəni, burada budur. Kola yarımadasını kəsmir də. Bu Kola yarımadası yəni burada qaldı. Deməli cavabımız burada 1, 3, 5 olacaq. 122 Avstraliyanın ucqar qərb nöqtəsinə aid olan əlamətlər. Ucqar, deməli Avstraliyanın ucqar qərb nöqtəsi olacaq Steep Izzet Point burnu. Qərbdə istidir, soyuq okean cərəyanları var. Qərbi Avstraliya cərəyanı. Ümumiyyətcə, Avstraliya seismik cəhətdən sabitdir. Avstraliya bütünlüklə şərq yarımkürəsində yerləşir. Avstraliya quraq materikdir. Burada ifrat rütubət ola bilməz. Tropik iqlimdirmi? Bəli. Şərq yarımkürəsində mi yerləşir? Bəli. 2, 5, 6. Daha sonra 123. Deyir ki, cədvələ əsasən səbəb-nəticə əlaqələrinin doğru verildiyi sıraları müəyyən edin. Deməli, Avstraliya materikinin sahil xətləri litosfer tavalarının sərhəddi ilə üst-üstə düşmür. Bəli, düşmür. Nəticədə seismik cəhətdən Avstraliya daha sabitdir. Bəli, düzdür. 2. Kordilyer dağların qərb hissəsi cavandır. Bəli, burada yayla və platolarla akkumulyasiya yayla və platoda mümkün deyil, ola bilməz. Platformanın nisbətən yuxarı qalmış sahələrində kristalik bünövrə yer səthinə mi çıxır? Bəli. Filiz faydalı qazılar səthə yaxın yerləşir. Onları çıxarmaq, bəli, açıq üsulla çıxarılır. Buna misal kimi Qərbi Avstraliyada superpit qızıl mədənini misal göstərə bilərək ki, burada faydalı qazıntılar açıq şəkildə çıxarılır.
4 Atlas dağlarında antiklinal və sinklinallar üstünlük təşkil edir. Bəli, çünki Atlas dağları geosinklinalda yerləşdiyi üçün antiklinal və sinklinallar olacaq. Və nəticəsində eol relyef formaları geniş sahəni əhatə edir. Xeyr. Yəni bu Şimali Afrikada böyük səhraya aid olardı. 5 Kap Verde dağlarında endogen proseslər eksogen proseslərə müqayisədə daha intensivdir. Aha, dağdır da çünki. Burada yerləşən çaylar süxurları yuyaraq enli çay dərələri yaradırlar. Bəli. Afrika litosfer havası nisbətən yavaş, Ərəbistan isə daha sürətlə şimal-şərqə doğru gedir. Bəli. Bunun nəticəsində Afrika və Ərəbistanın qırmızı dəniz sahilləri bir-birindən uzaqlaşır. Bəli. Hə, bu düzdür. Bu səhvdir. Çünki bayaq bunu tərsinə Kap Verde dağları qədim dağdır da. Burada endogen proseslər deyil, artıq eksogen proseslər daha güclü olacaq. Bu səhvdir. Burada cavab 1, 3 və 6-dır. 1, 3, 6. Daha sonra 124-cü testə baxırıq. A dağ sistemi şimaldan cənuba doğru 7000 kilometr uzanırsa söhbət Kordilyer dağlarından gedir. Bu dağlar bir sıra ölkələrin ərazisindən keçir. Bu dağ sisteminə aid olduğu materikin ən yüksək və ən alçaq nöqtələri, yəni Ölüm dərəsi ilə Makkinli dağı yerləşir. Mətnə əsasən A dağ sisteminə aid olan xüsusiyyətləri müəyyən. Karib dənizi sahillərindən odlu torpaq, bu And dağlarından söhbət gedir. Yəni burada biz Kordillerdən bəhs edirik. Mərkəzi hissəsi yaylı və platolardan mı ibarətdir? Bəli, misal üçün Yukon yaylası, Colorado yaylası, Kolumbiya, Meksika, böyük hövzə yaylaları. Qərb hissəsi daha cavan olub Sakit Okean odlu halqasına aiddir. Mezozoy və alt qırışıqlığı zonları var. Aid olduğu materikin şərqində yox, qərbində yerləşir. Alp Himalay dağlı qurşağında deyil də And Kordilyerdə yerləşir. Cavab burada 2, 3 və 4-dür. 125. Deməli 125-də deyir ki, cədvələ əsasən doğru bəndi müəyyən edin. Orta Sibir yaylası, La Plato ovalığı, Qərbi Avstraliya yaylası, Braziliya yaylası ilə bunların fərqli oxşar cəhətlərini müəyyən edəcək. Məsələn, Braziliyanın Orta Sibirdən fərqli cəhəti daimi donuşluq zonasına yerləşməsi midir? Və bu Orta Sibirə aiddir, Braziliyaya aid deyil. Yəni, ikisi də fərqli cəhətdir. Denudasiya mənşəli düzənlik isə onlar üçün oxşar cəhətdir, çünki ikisi də yayladır. Sonra, La Plato ovalığı. Oxşar cəhət. Yerləşdiyi materikdə bütün ölkələr inkişaf etmiş ölkələr. Baxın, bu düzdür. Çünki Cənubi Amerikadakı heç bir ölkə inkişaf etmiş ölkə deyil. Yəni, bu oxşar cəhətdir. Bərabər rütubətli subtropik iqlim tipi müşahidə edilir. Deməli, La Plato ovalığında bərabər rütubətli subtropik iqlim müşahidə edilir. Braziliya yaylasında isə subekvatorial və tropik dəniz iqlim tipi var. Yəni 4 olmaz. Ondan sonra Qərbi Avstraliya ilə fərqli cəhəti yerləşdiyi ərazidə dəmir filzi ehtiyatları mövcuddur. Bu həm Qərbi Avstraliya, həm də Braziliyaya aiddir. Çünki yaylalarda dəmir filzi həqiqətən də olur. Ki zaten biz bilirik ki, Qərbi Avstraliyada, Braziliyada dəmir filzi ilə zəngindir. Soyuq okean cərəyanı təsirinə məruz qalır isə sadəcə Qərbi Avstraliyaya aiddir. Braziliya yaylasına isti okean cərəyanı təsir göstərir. Burada cavabımız olacaq 1, 3, 6. Daha sonra 26-da da deyir ki, uyğunluğu müəyyən edin. Zirvələr çökəkliklər. Burada zirvələrə aid Aconcagua, Matterhorn piki, Jomolungma zirvəsi. Çökəkliklər isə Karage çökəkliyi və Turfan çökəkliyidir. Ondan sonra zirvələr çökəkliklər. Mont Blanc zirvəsi 4807 metr. Qapıcıq zirvəsi. Daha sonra Azərbaycanda Naxçıvan Muxtar Respublikasında Mitcə zirvədir, 2037 metr Appalas dağlarında. Ölüm dərəsi -86 metr Şimali Amerikada çökəklikdir. Eir gölün səviyyəsi də -16 metr çökəklikdir. 128-də deyir ki, relyefin formalaşmasında eksogen proseslərin böyük rol oynadığı ərazilərlə bağlı uyğunluğu müəyyən edin. Deməli, yazır ki, burada 4-cü dövr buzlaşması. 4-cü dövr buzlaşması üçün biz qütbə yaxın olan əraziləri götürməliyik. Baxın, məsələn, Küraraz getməz, Orta Dunay, Aşağı Dunay getməz, Hudson sahili körfəzi, Şərqi Avropanın şimalı, Almaniya, Polşa. Baxın, bu gedər. Sonra, külək. Səhraları götürəcəyik. Məsələn, Ərəbistan, Tibesti, Əhəqqar, Turan ovalığı. Axar sular üçün də belə deyim, çayların çox olduğu deməli əraziləri biz əsasən götürməliyik. Məsələn, burada
Qazaxıstan xırda təpəli məsələn gedər. Aşağı Orta Dunaydan Dunay çayı, Amazondan Amazon çayı, Böyük Çin düzənliyindən Xuanxa Yansı çayları keçir. Demək ki, bura B-yə aiddir. 129-da deyir ki, relyefin formalaşmasında eksogen proseslərin böyük rol oynadığı ərazilərlə bağlı uyğunluq. Yenə axarsular, küləklər və 4-cü dövr buzlaşması yazıb. Deməli, axarsulara baxaq görək hansı aiddir. Mesopotamiya ovalığı ola bilər, amma Şimali Afrika olmaz. Baffin torpağı adası buzlaqdır daha çox. Şərqi və Cənub-Şərqi Asiya, Qərbi Sibir. Baxın, bu olar. Çünki Şərqi Asiyada Xuanxa, Yansız, Amur çayları, Cənub-Şərqi Asiyada Mekong, İravadi, Salyon çayları, Qərbi Sibirdə Ob, Yenisey çayları. Yəni, birə gedəcək C. Yazırıq burada C. Sonra digər ərazilərdə isə Kola, Skandinaviya, Labrador buzlaqdır. Mərkəzi Afrika, Alyaska, Ərəbistan. Yəni, burada da, məsələn, Ərəbistanda çay o qədər də yoxdur. Demək, birə getdi C. Sonra davam edirik. İkincisi külək idi. Yəni, əsasən quraq səhraları seçməliyik. Quraq səhra, quraq ərazi. Burada nə ola bilər? Mesopotamiya ovalığı, Şimali Afrika, Mərkəzi Avstraliya əsasən quraq ərazilər olduğu üçün, bəli, burada küləyin fəaliyyəti, yəni bura A getdi. 4-cü dövr buzlaşması da əsasən harda olacaq? Kola, Skandinaviya və Labrador yarımadasında. Bu da soyuq ərazilərdir. Və 130-cu sual And, Ural və Atlas dağları. Deməli, deyir ki, Kaledon Hersində yaranıb. Hansı da? Təbii ki də qədim olan Ural dağları. Aid olduğu materikdə inkişaf etmiş ölkələr qrupuna daxil olan ölkə mövcud deyil. Bu, And dağlarının olduğu materikdir. Çünki Cənubi Amerikada heç inkişaf etmiş ölkə yoxdur. Həm qərb, həm də şərq yarımkürəsində yerləşməsi üçün ərazisindən Qrinviç xətti keçməlidir ki, bu Atlas dağlarıdır ki, üzərindən Qrinviç xətti keçir. C. Yerləşdiyi ölkədə musson iqlim tipi. Musson iqlim tipi Şimali Amerika və Avrasiyada yayılıb. Burada da Şimali Amerika aid dağ yoxdur. Avrasiyaya aid Ural dağları var. D. Doğrudan yerləşdiyi ölkədir. Amma yəni Rusiyada da musson iqlim tipi yayılıb Saxalin adasında. Aid olduğu materik iki işıqlanma qurşağında yerləşir. Bir materikin iki işıqlanma qurşağında deməli yerləşməsi üçün onu belə deyim də tropik xətti və yaxud da qütb dairəsi kəsməlidir. Bu da aiddir And dağlarına. Əslində Ural dağlarını da, çünki Ural dağları Avrasiyada yerləşir. Avrasiya 3 işıqlanma qurşağında yerləşir. Qütb, tropik, mülayim. Amma Cənubi Amerika materiki, bəli, o 2 işıqlanma qurşağında. Afrikada 3 işıqlanma qurşağıdır. Bəli, bu sadəcə Cənubi Amerikaya aiddir. E. B, Y, A, D, C şəklində olacaq. 131. Həqqar, Efiopiya, Şərqi Afrika yaylası. Nil çayının ən böyük sağ qolu buradan başlayır. Nil çayının sağ qolu başlayır Efiopiya yaylasından. Tana gölündən daha doğrusu. Sonra fəaliyyətdə olan vulkanlar harda yayılıb? Şərqi Afrika yaylasında. Sutkalıq temperatur amplitudu səhralarda böyük olur. Bu da nə olacaq? Həqqar yaylası. Materikin ən hündür nöqtəsi Şərqi Afrika yaylasında yerləşən Kilimanjaro vulkanıdır. Dendiyasiya aşınma nəticəsində şahid dağlar harda yayılacaq? Həqqar yaylasında. 132. Atlas dağları, Verxoyan silsiləsi. Kaledon Hersin qırışıqlığında yaranmışdır fikri. Bu heç birinə getmir. Çünki Atlas dağları Alp, Verxoyan silsiləsi Kimer qırışıqlığında əmələ gəlib. Bir neçə ölkənin ərazisində yerləşir fikri Atlas dağlarına aiddir. Çünki Verxoyan silsiləsi sadəcə Rusiyada, Atlas dağları isə Əlcəzairdə, Mərakeşdə, Tunisdə yerləşir. Kimer qırışıqlığında yaranmışdır Verxoyan silsiləsi. İllik temperatur amplitud daha böyükdür. Yenə Verxoyansda, çünki Orta Sibirdə yerləşir. Orta Sibirin şimalında. Daha doğrusu üzrsən, Şərqi Sibirdə yerləşir və kəskin kontinental iqlimə düşür. Fosforit ehtiyatları zəngindir. Dünyanın ən böyük fosforit qurşağı Atlas dağlarında Mərakeşdə yerləşir. B, Y, C, D olacaq. 1-də B, Y, 2-də C, D. 133-cü sualda da deyir ki, Avrasiya materikinin ucqar nöqtələrin yerləşdiyi yarımadaların xüsusiyyətlərini müəyyən edin. Demək, Çelyuskin burnu yerləşir Taymır yarımadasında. Piyay burnu yerləşir Malakkada.
Dejinyo burnu isə yerləşir Çukot yarımadasında. Qərb yarımkürəsində yerləşməklə iki okeana çıxışı var. Söhbət burada gedəcək Dejinyo burnundan, çünki qərb yarımkürəsində yerləşir və həm şimal buzlu, həm də sakit okeana çıxışı var. İllik temperatur amplitudu daha azdır, təbii ki, ekvatoral iqlim olacaq. Bu da Piyay burnundan söhbət gedir. Bir okean suları ilə əhatə olunacaq. Demək, Çelyuskin burnu sadəcə şimal buzlu okeandır. Digər burunlar isə iki okeanla əhatə olunub. Aqroiqlim ehtiyatları yaxşı təmin olunmuşdur. Aqroiqlim ehtiyatların testi harda görsəz, daha çox isti olan əraziləri yəni götürməlisiniz. Burada da yəni isti ərazi hansıdır? Təbii ki də Piyay burnu. Ona görə də yəni ekvatora yaxın ərazidə yerləşirdi. Qütb gecə gündüzləri daha uzun müddət davam edəcək. Qütbə ən yaxın nədir? Çelyuskin burnu. Burada da cavab olacaq E. Bu da son testimiz idi. Ümid edirəm ki, sizin üçün faydalı olmuşdur. Videonu bəyənməyi, kanala abunə olmağı, fikir və iradlarınızı isə şərh bölməsində bildirməyi unutmayın. Sağ olun, təşəkkür edirəm.